Xoş gördük, hörmətli müəllimlər, əziz şagirdlər. Bugün biz sizinlə piyadalar haqqında danışacağıq. Bilirsiniz ki, ixtiyari çevrənin uzunluğunun, onun diametrinə olan nisbəti sabit bir kəmiyyətdir. Və hələ bizim eramızdan əvvəl qədim Misirdə bunun belə olduğunu bilirdilər və hətta eramızdan əvvəl 3-cü əsrdə qədim Yunanistanda Yunan alimi Arximed həmin kəmiyyətin, yəni ixtiyari çevrənin uzunluğunun onun diametrinə nisbətinin 3,70-də 10-la, mən onu bilərəkdən belə yazıram, 3,71-də 10 arasında olduğunu hətta bilirdi. İxtiyari çevrənin uzunluğunun onun diametrinə nisbətinin bu arada yerləşdiyini bilirdi. Və təbii ki, o dövrdə şübhələnirdilər ki, bu nisbət sabitdir. Amma sonralar, bir müddət xeyli sonralar, yəni onun inkişafı tarixini izləsəniz görəcəksiniz ki, bu nisbətin sabit bir kəmiyyət olduğunu nisbətən sonralar ispat etmişdilər. Amma belə qiymətləndirməni eramızdan əvvəl 3-cü əsrdə məsələn Arximed eləmişdir. Sonralar ki, müəyyənləşdirdilər ki, həqiqətən ixtiyari çevrənin uzunluğunun, onun diametrinə nisbəti sabit bir kəmiyyətdir. Bu kəmiyyəti indi bizim bildiyimiz pi hərfi ilə ki, işarə edirlər. Bunun əslində tarixi çox da qədim deyil. Təxminən 320 il əvvəl İngilis alimlərindən biri, deməli William Jones təklif etdi ki, elə gəlin Yunan dilində çevrə sözünün baş hərfi ilə bu kəmiyyəti pi ilə işarə edək. Bu sabiti və başladılar pi ilə işarə etməyə və sonra Leonard Euler'də, necə deyərlər, o bilirsiniz, həm dövrünün, həm də ümumiyyətlə Leonard Euler haqqında belə deyirlər də, o bütün dövrlərin məşhur riyaziyyatçısı sayılır, yəni çox böyük rahatlı bir riyaziyyatçıdır. Leonard Euler'in də yəni dəstəyi ilə bu, necə deyərlər, bir vəsiqə qazandı həyata və beləliklə bu P-nin təxminən bir 300 illik tarixi var ki, yəni həyata vəsiqə qazanıb və bu nisbət P ilə işarə edildi. Əlbəttə ki, eramızdan əvvəl ədədlər rasionaldırmı, irrasionaldırmı deyə belə şeylər yox idi və bunu bilmirdilər və bu sonraki illərə aiddir, yəni bu yaxın keçmişə aid məsələlərdir və bu ədədin rasional ya irrasional olması məsələsi təbii ki, alimləri həmişə maraqlandırırdı və ilk dəfə olaraq deməli, Alman riyaziyyatçısı, fiziki və eyni zamanda astronom, dövrünün məşhur alimi Johann Lambert deməli 1761-ci ildə bu ədədin irrasional ədəd olduğunu ispat etdi ilk dəfə. Təsəvvür edin ki, bu təxminən 33, 34, 35 yaşlarında, yəni bir cavan oğlan olarkən bunun irrasional olduğunu ispat edibdir və mən o isbatı hər biriniz internetdə tapa bilərsiniz, yəni rus dilindədir əlbəttə. O, Tangens X-in zəncirvari kəsirlərə ayrılışından filandan istifadə edir və çox doğrusu yorucu və həm də ağır bir isbatdır. Təxminən üstündən bir 100 ilə yaxın bir dövr keçdi, yəni deməli ilk dəfə olaraq mən o tarix haqqında qısa məlumat verirəm, amma sizi yormaq niyyətim yoxdur. Əsas işimiz piyadələrinin biz bugün çox maraqlı bir məsələ haqqında, P-nin irrasionallığı haqqında danışırıq, P-nin irrasionallığını ispat edəcək. Deməli, 18-ci əsrdə dediyim kimi Lambert ki, ilk dəfə, Johann Lambert ki, ilk dəfə bunu ispat etdi. Təxminən bir 100 illik fasilə oldu və bu dövr ərzində növbəti dəfə bunu Charles Hermit, fransız riyaziyyatçısı 19-cu əsrdə deməli, ispat etdi başqa bir metodlar, riyazi analizin metodları ilə. Deməli, Lambertdən təxminən 90-100 il sonra bunu Hermit ispat etdi və sonra bir çox alimlərdə bu isbatların hər ikisi çox çətindir deyə bu isbatları nisbətən sadələşdirmək arzusu yarandı və nisbətən bunu sadələşdirdilər bəzi alimlər. Amma çox maraqlıdır ki, 20-ci əsrdə, yəni yaxın keçmişdə, təxminən 1947-ci ildə, yəni dəqiq olaraq 1947-ci ildə Amerikan riyaziyyatçısı, məncə o əslən Kanadadır, səhv etmirəmsə, deməli, Ivan Niven, Morton Niven
bu ədədin, pi ədədinin irrasionallığını nisbətən sadə bir yolla ispat etdi. Daha sadə bir yolla ispat etdi. Nivenə qədər bu pi ədədinin irrasionallığını Lambertin və Hermitin isbatlarını sadələşdirib daha çox oxucu üçün aydın olan, daha çox adama aydın olsun deyə, yəni onu sadələşdirmək cəhətləri var və olub. Amma doğrusunu desəm, 1947-ci ildə Amerikalı riyaziyyatçı Niven'in isbatı həqiqətən də çox, onlarla müqayisədə xeyli dərəcədə sadədir və mən bugün sizə pi ədədinin irrasionallığının məhz Niven isbatını verəcəm və bu isbatı analiz edib, yəni belə deyək, təhlil edib bir xeyli süzgəcdən keçirib, nətər deyərlər, beynimizin süzgəcindən keçirib sadə bir şəkildə təqdim etməyə çalışacağım ki, bizim Azərbaycan dinləyiciləri üçün Azərbaycanda buna həvəs göstərən həm orta məktəb şagirdləri, həm müəllimlər, həm də tələbələr üçün əlçatan olsun. Məsələ burasındadır ki, görəcəksiniz, bu isbatı bilmək üçün əslində universitetlərin, riyaziyyat və texniki ixtisaslı fakültələrinin birinci kursunun ilk yarım ilində təhsil olan hər bir tələbələr bunu başa düşə bilər. Burada biraz təbii ki, birinci, ikinci, üçüncü tərtib və yüksək tərtibli törəmə anlayışını bilmək lazımdır. Burada hissə-hissə inteqrallama, müəyyən inteqrallar üçün düsturunu bilmək lazımdır. Burada limit haqqında ardıcıllıq var, bir ardıcıllıq var, onun limiti haqqında təsəvvürə malik olmaq lazımdır və isbat prosesində siz görəcəksiniz ki, və müəyyən integral anlayışını bilən, yəni Riemann inteqralından söhbət gedir, hər bir kəs bu isbatı rahat-rahat başa düşə bilər. Bu yaxınlarda biz liseyimizdə pi günü keçirdik, bilirsiniz 14 mart artıq neçə illərdir ki, dünyada beynəlxalq pi günü kimi qeyd edilir. Bu mart 3-cü aydır və ingilislərin yazılışı ilə əlaqədar olaraq bu belə yazılır da. Mart 14, 3-cü ayın 14-cü günü və bu 3,14-ə uyğun gəldiyinə görə bütün dünyada bu beynəlxalq pi günü kimi qeyd edilir. Və bu yaxınlarda biz liseyimizdə bu pi günü ilə əlaqədar birlikləri ilə keçirdik. Olur bir 2 ildən, 3 ildən bir belə deyək də, bir dilibaş şagird tapılır və həmişə bu sualı verir ki, mənim pi niyə irrasionaldır? Və mən hər dəfə bu sualı eşidəndə deyirəm ki, bu nisbatı çox çətindir, siz özünüzü yormayın, elə bilin ki, pi irrasionaldır. Bilirsiniz də, bu Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında istifadə etdiyi sualların içərisində belə suallar olur. Aşağıdakı ədədlərdən neçəsi irrasionaldır? Adətən bizim uşaqlar irrasional ədədlər deyəndə bu kök altında olan ədədləri filanları belə düşünürlər. İlk ağıllarına bunlar gəlirlər. Hətta doğru dillə desək belə deyirlər, kökdən çıxmayan ədədlər irrasionaldır. Müəyyən həqiqət var bu ifadədə, amma ümumiyyətlə elmi cəhətdən dəqiq olmasa da, amma ümumiyyətlə irrasional ədədlər təkcə bunlarla bağlı deyil. İrrasional ədədlərin içərisində məsələn pi də var və uşaqlar həmin siyahıda pini görəndə mən bilirəm ki, onlar pini hamımız öylədir ki, pi irrasionaldır və onlar da pini irrasional ədədlərin siyahısına salırlar və testlərə doğru cavab verirlər. Amma bugün çox maraqlı bir məsələ haqqında danışacağıq ki, pi niyə irrasionaldır? Və mən düzü illər boyu belə uşaqlar qarşıma çıxdıqca beynimdə arzu yaranırdı ki, bu pinin irrasionallığını ispat edim və bir video çəkmiş edim. Nəhayət o vaxt görünür elə bu vaxtlara təsadüf edəcəkmiş. İndi belə bir arzu mətər deyərlər, artıq reallaşdırmaq niyyətindəyim və inşallah biz indi pinin irrasionallığını sizə ispat edəcək. Əziz dostlar, bilirsiniz ki, riyaziyyatda əksini fərz etmək metodu adlanan bir ispat metodu var. Bu metodun mahiyyəti ondan ibarətdir ki, siz nəyisə doğruluğunu ispat etmək istəyərsinizsə, əksini fərz edirsiniz və bir ziddiyyət alırsınız. Deyirsiniz, bax görürsünüz, belə olmasaydı, belə bir ziddiyyətli şey çıxardı ortalığa, bu ziddiyyətdə qəbul edilə bilməz. Deməli, bu əksini fərz etdiyimiz şey doğru deyil. Bax, biz bugün də bundan istifadə edəcəyik. Və beləliklə başlayaq. Pi niyə irrasionaldır? Tutaq ki, əksini fərz edək, deməli, əksini fərz edək, tutaq ki, pi rasionaldır və pi'nin təxminən 100%14 olduğunu bildiyimizə görə pi 2 natural ədədin rasionaldır, fərz edək ki, pi rasionaldır və rasionaldırsa onda A və B natural ədəd olmaqla A-nın B-yə
nisbəti şəklində göstərilə bilər. Tutaq ki, pi belədir. Yəni, elə A və B natural ədədlər var ki, bu möhtəşəm bir isbatdır. Bu, dediyim kimi, Amerikalı riyaziyyatçının isbatıdır. Bu isbatı mən müəyyən qədər sadə bir şəkildə təqdim edəcəm. Başqa bir şey yoxdur. Pi bərabərdir A bölək B olsun, haradakı A və B natural ədədlərdir və aydındır ki, bu A, B-dən 3 dəfədən çox da böyük olmalıdır. Məsələn, A6, B2 olar. Əlbəttə, tutaq ki, bu 7 və 2 ola bilər ki, tutaq ki, bu 3 tam nə qədər olsun da, tutaq ki, belədir və əlbəttə, bu düz deyil, əksini fərz edirik. A və B natural ədəddir və A, B-dən 3 dəfədən artıq böyük olmalıdır ki, bu nisbət təxminən bildiyiniz kimi 3,14-dür. Tutaq ki, A və B natural ədədlərdir və deməli, bizim bu hörmətli Amerika riyaziyyatçısı, ədədlər nəzəriyyəsi üzrə tanınmış bir mütəxəssisdir. Mənim oxuduqlarımdan, bildiklərimdən belə bir funksiya düzəldir. Fx bərabərdir. Çünki mən bilirəm ki, bütün bu müddət ərzincə mənim tanıdığım dostlar həmişə mənə sual verirlər ki, bu funksiya onun ağlına hardan gəlibdir. Amma belə bir funksiya baxıb, n faktorial x üstü n vurulsun a minus b x üstü n. N də natural ədəddir. İstəsəm buraya n yaza bilərəm, amma yazmıram. Yəni, belə n natural ədədini dəyişdikcə sonsuz sayda belə funksiya düzəltmək olar. Məsəl üçün, gəlin baxaq, mən bunları silirəm, çünki mənə böyük yer lazım olacaq. N bərabərdir 1 olduqda bu funksiya necə olur? N bərabərdir 1 olduqda bizim fx'imiz sizin bildiyiniz adi bir kvadratik funksiyadır. A minus bx. Bu funksiyanın 2 sıfırı var. Həqiqi kökü 2 sıfırı var. Yəni ki, bu bərabər sıfır yazsaq, bir tane 2 həqiqi kökü olur. Biri sıfır, biri isə x bərabərdir. X bərabər, bu sıfıra çevrilir. Bir dəfə x bərabər sıfır olduqda, bunu sıfıra bərabər eləyəndə x bərabərdir, A bölək B alırıq. Deməli, bunun sıfırlarından biri x1 bərabərdir, 0, x2 bərabərdir, A bölək B-dir. Hansı ki, biz belə eləmişik ki, deməli, pi-dir də. Biz əksini fərz etmişik ki, pi rasionaldır. Deməli, bunun köklərindən biri 0-dır, biri pi-dir. Bu funksiya, kvadratik funksiyadır. Onları aşağı paraboladır və baxsanız bunun qrafikinə, bunun qrafiki belə bir şəkildədir. Sıfırda sıfır alır, düzdürmü? Sıfırda sıfır alır, pi-də sıfır alır, pi fərz edək ki, buradadır. Pi həmin o, təkrar edirəm, A bölək B-dir və bunun maksimal qiymətini əlbəttə hesablamaq olar. Hesablamıram, bu bizim üçün vacib deyil. İstəyirəm ki, bu qrafikin, yəni formasını, yəni bu paraboladır bildiyiniz kimi. Bildiyiniz parabola. N bərabərli 1 olduqda. Funksiyanın qrafiki belədir. N bərabər 2 olduqda, N bərabərli 2 olduqda, baxın indi qrafikin formasına. Fx belə bir funksiya çevrilir. Fx bərabərdir. İstəyirəm ki, Newton'un qurduğu bu funksiya haqqında bir təsəvvürümüz yaransın. X vurulsun A minus Bx'in mötərizədə kvadratıdır. Baxın, bunun kvadratı olur, amma 2 faktoriyala bölünmüş. Baxın, bu kvadratik funksiyadır, qrafik gözünüzün qarşısında. Bunun grafikini çəksək, sxematik olaraq qrafik çəksək, görün nə baş verər. Baxın, deməli, mənfi müsbət hissənin kvadratı olacaq müsbət, 2 faktoriyala böləndə təbii ki, olacaq müsbət qiymətli funksiya. Mənfi qiymətləri aldığı yerdə, bax bu funksiyanın mənfi qiymətləri aldığı yerdə kvadrat olacaq müsbət. Və bu əyrinin aşağıda olan qolları absurdun yuxarı hissəsinə qalxacaq. Amma burada bir şey baş verəcək. Burada x-in sıfıra yaxın qiymətlərində bu funksiyanın qiymətləri vahiddən kiçik olan yerlərdə, vahiddən kiçik ədədləri kvadrata yüksəldəndə o daha da kiçilir və nəticədə bu qrafik biraz belə sıxılaşa bilər. Bax, belə ola bilər. Bura pi-dir, yenə pi-də sıfır olur. Pi-dən sonra nə olur? Burada sıfırda sıfır olur. Mənfi hissələrin kvadratı çevrilir müsbətə. Burada da mənfi hissələrin kvadratı çevrilir müsbətə. Və fx funksiyasının qrafiki belə olur. Aydındır da. Məncə biraz düşünsəniz, mən də çox detallarına geçsəm, bu videonun müddəti çox uzanacaq və siz yormuş ola bilərəm. N bərabər 3 olanda, indi tək ellər üçün baxın, N bərabərdir 3 olanda bu funksiya belə bir qədər düşür. Fx bərabərdir, olur x vurulsun A minus Bx'in kubu, belə mən yazıram ki, rahat olsun. Ayrıca x kubu da yaza bilərəm, yazmıram, 3 faktorial. Bu halda bu funksiyanın qrafiki necə olur? Burada İvan Newton'un etdiyi möhtəşəm iş əlbəttə şübhəsiz ki, bu funksiyanı düşünməkdir. Bu funksiya görün necədir. Bu dəfə bu funksiyanın yenə sıfırları 0 pi-dir. Bütün yerlər üçün sıfırlar 0 pi-dir. Bir bu sıfır olanda sıfıra çevrilir, bir isə A bölək B olanda sıfıra çevrilir. Və funksiyanın sıfırları dəyişilir. 0 pi. Yəni A bölək B-də belə deyək. İndi baxın, kub olanda nə olur?
Yenə təkrar edirəm. Təsəvvür edin ki, buradakı qiymətləri kuba yüksəldəndə vahidə yaxın, vahid tutaq ki, buradadır da. Bu əlbəttə A və B necədir və s. ondan asılı olaraq bunun ən böyük qiymətini istəsəniz hesablaya bilərsiniz da. Yəni bu paraboladır və bu funksiya kvadratik funksiyadır. Bunun əbəqəsini tapmaq olar. Amma biz bilirik ki, bu 1-ə yaxın qiymətləri kuba yüksəldəndə, 1-ə yaxın qiymətləri kuba yüksəldəndə onlar 0-a daha da yaxın olacaq. Yəni burada var tutaq ki 2-də 1, amma burada 2-də 1-in kvadratı meydana çıxır. Burada isə 2-də 1-in kubu meydana çıxır və hələ o 3 faktoriala bölünür deyə daha da kiçilir və getdikcə bu qrafik belə sıxılır. Yəni bu qrafik getdikcə sıxılır absis oxuna. Amma bunun ən böyük qiyməti haqqında da birazdan danışacağıq. Hələlik mən belə çəkirəm və kub olduğuna görə mənfilərin kubu artıq mənfini verir və burada da vəziyyət belə olur. Baxın, burada da təxminən belə, bu hissədə də təxminən belə olur qrafik. Bax belə. Bizi 0-pi aralığında həmişə bu funksiya maraqlandıracaq. 0-pi aralığında. Ona görə də biz 0-pi aralığında bunun müsbət qiymət aldığını görürük. Niyə? X0 ilə pi arasında olanda, baxsanız, yəni x maksimum A bölü B olanda bu 0 olur, minimumda 0 olanda bu A olur. Deməli, burada diqqət edin, A minus Bx xətti funksiyadır. Siz x-ə 0 verdiyinizdə alacaqsınız, bunun qiyməti nəyə bərabər olacaq? X0 olanda bunun qiyməti olacaq A minus B bura 0, bu bərabərdir A. X-ə versəniz, əgər A minus Bx-də x-ə qoysanız pi-də A bölü B deməkdir. X-ə pi qoysaq, pi nədir bəs? A bölü B. B-lər ixtisar olur, A minus A, onda bu funksiyanın aldığı qiymət olur belə. A minus B vuraq, A bölü B, bu da bərabərdir 0. Deməli, bu azalan funksiyadır və A-dan 0-a qədər qiymətlər alır, yəni müsbət qiymətlər alır bu funksiya. Beləliklə, fx-in ixtiyari n üçün 2 0 var, 0 və pi-dir və qrafik belə olur. N bərabərdir 4 olduqda, funksiya belə olur. Fx bərabərdir, burada 4 faktorial, burada olur x vurulsun, A minus Bx üstü 4. Bax belə. 4 və indi biz bu x vuraq A minus Bx-i qrafikini görürük. Bunu 4-cü dərəcədən qüvvətə yüksəldəndə qrafikin bu hissəsi və bu hissəsi daha da sıxlaşır. Bu hissə yuxarı qalxır, bu hissə yuxarı qalxır. Çünki dərəcə 4-dür və qrafik olur belə. İstəyirəm ki, yəni Newton'un bu funksiyaları haqqında bir dolğun təsəvvürümüz yaransın. 0-pi. Pi dediyimiz isə A bölü B'dir. Unutmayın. Pi'nin biz əksini fərz etmişik ki, irrasionaldır. Bu belə olur. Daha da sıxlaşır. Daha da sıxlaşır absorpsiyona. Buradan daha da sıxlaşır və yuxarı qalxır. İndi və buradan da belə olur. Və bax, belə davam edir. Cütlər olanda, yəni dərəcə cüt olanda, qrafik təbii ki, funksiya müsbət qiymətli olduğuna görə absorpsiyondan yuxarıda yerləşir. Baxın, burada 4-cü dərəcə, burada 2-ci. Tək dərəcələrdə qrafik belə olur. Amma bizi qrafikin yalnız 0-pi hissəsi maraqlandırır. Biz bu funksiyaya 0-pi aralığında baxacağıq. Orada da onun 2 0 var və parçanın uclarında 0 qiymət alır, daxili nöqtələrdə isə müsbət qiymət alır. Belə. İndi mən bu funksiya ilə bağlı bir qiymətləndirmə aparmaq istəyirəm burada və sonra bu qrafikləri pozacağım. Hələlik qalsın. Mən birini pozdum, bunları saxladım. Deməli, aydındır ki, fx funksiyası 0-dan böyük bərabər qiymət alır. Əsasən, amma belə yaza bilərəm. 0 kiçikdir, x kiçikdir, pi olduqda mən bunu qiymətləndirirəm. Baxın, aşağıdan 0 ilə qiymətləndirə bilərəm. Çünki müsbət qiymət alır. Həqiqətən də buna şübhə yoxdur. Fx kiçikdir. İndi mən belə edirəm, yuxarıdan qiymətləndirmə. Bu biraz kobud qiymətləndirmədir. Daha dəqiq qiymətləndirmə də apara bilərəm. Amma elə kifayət edəcək. Bu qiymətləndirmə məni qane edir deyə çəkiliş gedir. Deməli, x maksimum, baxın, biz 0-pi aralığında baxırıq. Onda bu maksimum pi üstəyən qiymətini ala bilər. Pi üstəyən, yəni x üstəyənin maksimal qiyməti pi üstəyəndir. Bayaq dedim, A minus Bx xətti funksiyadır, azalır və A-dan 0-a qədər qiymətləri alır. Niyə? X-ə 0 qoyduqda, 0-dan pi-yə qədər baxıram. X-ə 0 qoyduqda A qiymətini alır. X-ə pi qiyməti qoyduqda pi A bölü B-dir. 0 alır. Pi bölü B. Pi A bölü B-dir. Burada A bölü B yazanda B-lər ixtisar olur. A minus A 0 qalır. Deməli, bu A minus Bx ki var. A minus Bx
A-dan 0-a qədər qiymətləri alır. Yəni 0-dan A-ya qədər qiymətləri alır. Bunların içərisindən böyüyü A-dır. A üstü M. Belə yaza bilərəm mən əslində. Kobud olsa da amma kifayət edir bizi belə bir qiymət. Pi üstü M bölünsün A üstü M bölünsün M faktorialdan nədir? Kiçikdir. Və beləliklə, əgər x 0 ilə P arasında olsa, ucları daxil eləsək, mən burada 0 deyib bərabər qiymətləri qoymalıyam. Aydındır. Bizi əsas maraqlandırır ki, qrafikdən də görürsünüz. Bax, funksiya burada müsbət qiymət alır bu arada. Bu arada bizi ancaq aralarında funksiya maraqlandıracaq. Amma pozmuram qrafikin qalan hissəsini. Burada müsbət alır, burada müsbət alır. Biz bu funksiyaların hamısına 0-pi-də baxacaq. Burada sonsuz sayda funksiya var. A və B fiksə olunub. Çünki pi əksini fərz eləmişik ki, pi rasionaldır deyə. Konkret A və B natural ədədlərdir. Burada dəyişən x-dir. X mənim sonsuzluq, müsbət sonsuzluq aralığında dəyişir. Mən bunu unuttum deyəm. Bu çox hədli funksiyadır. Dərəcəsi 2-dir. Çünki x-ilə vurulanda bu çox yaxşı funksiyadır da. Çox hədli funksiyadır. 2 dərəcəli ixtiyari tərtibdən diferensiallanandır. Yəni birinci tərtib teorema var, 2 var, 3 var, 4 var. 2-ci tərtib teorema var. 2-dən sonraki tərtib teoremələrin hamısı da 0-a bərabərdir. İndi bu 0 kiçikdir fx-dən və mən bunu belə yazıram, kiçikdir. Bunu belə yaza bilərəm da. A vurulsun pi üstü n bölünsün n faktorial. Belə bir qiymətləndirmə bizi qane edir. İndi nivin nə edir? Hörmətli izləyicilər, əziz dostlar. Deməli, çox maraqlı bu funksiya haqqında artıq mənə gəlir ki, bizim hər birimizdə bir dolğun təsəvvür yarandı. Mən bax, burada riyazi analizin bir teoremini, hansı ki deyirəm, orta məktəb uşaqları hələ ki başa düşə bilər buracan. Çox hədli funksiyalar 10-cu sinifdə var, bilirlər, belə funksiya ola bilər. Qrafiklər istəyirsiniz, tam hər şey aydındır. Deməli, Newton nə edir? Newton bu isbatın ideyası həmişə məni maraqlandırırdı ki, bu isbatın ideyası nədir? Mən bunu pozuram, artıq bu mənə lazım olmaz. Bu funksiya haqqında bir təsəvvür üçünüydür. Bir tək bir cüt dərəcəni saxlayıram ki, yəni bu n tək və cüt olanda belə funksiyaların qrafiki təxminən eyni dildə olur. Bunu görərsiniz. Amma o sıxılır. Aksi oxuna doğru sıxılır, indi bir yaxşı şey demək istəyirəm. Nədir bu yaxşı şey? Deməli, Newton belə bir funksiya düzəldir bunun köməklə. Böyük fx bərabərdir. Kiçik fx vurulsun sinus x funksiyası. Baxın, belə bir funksiya. Belə bir funksiyanın ideya bundan ibarətdir. Bu funksiyanın integralını, müəyyən integralını, yəni bildiyimiz Riemann integralda, burada R-də yazılır, bəzən başqa integrallar da var deyə Riemann. Yəni, çox yaxşı funksiyadır. Yəni, bu kəsilməzdir, diferensiallanandır. Fx gördüyünüz kimi çox hədli funksiyadır, çox yaxşı funksiyadır. Sinus x-də istənilən tərtibdən törəməsi olan funksiyadır və bu hasil çox yaxşı bir funksiyadır və bunun Riemann integralı var. Və bu integralın isbatın ideyası bundan ibarətdir. Əsas ideyanı istəyirəm əvvəlcədən bildirim. Deməli, Newton isbat edib ki, əgər biz əksini fərz edib desək ki, A bölü B rasional ədəddir, indi mən bir tərəfdən isbat edəcəm ki, bu integralın qiyməti deməli 0 ilə 1 aralığında yerləşir. Bu integralın qiyməti 0-1 aralığında. Həm də isbat edəcəm ki, bu integralın qiyməti tam ədəddir. Baxın, buradakı ziddiyyətin də kökündə bunun rasionallığını fərz etməyimiz dayanır. Deməli, mən bunun rasional olduğunu fərz etdikdən sonra isbat edəcəm ki, deməli, integral 0-dan pi-yə qədər böyük fx dx 0-dan pi-yə qədər böyük fx dx-in qiyməti 0-dan 1 aralığındadır. Əvvəlcə buna baxaq. Sonra isbat edəcəm ki, eyni integralın qiyməti həm də tam ədəddir. Ola bilməz ki, eyni integralın qiyməti 0-dan 1-in arasında olsun və həm də tam ədəd olsun. 0-dan 1-in arasında tam ədəd yoxdur. Gəl bu integrala baxaq. Bu integral bərabərdir. Integral 0-dan pi-yə qədər fx vurulsun sinus x dx. O aydındır ki, 0-pi aralığında sinus x-in qrafikini xatırlayırsınız. Sinus x 0-pi aralığında müsbət qiymət alır, onun da sıfırları elə bunlardır. Yəni sinus x-in qrafiki belədir da, bilirsiniz. Sinus x-in qrafiki 0-pi aralığında sinus x də müsbət qiymətli funksiyadır. 0-pi aralığında bizim bu funksiyaların hər biri də müsbət qiymətlidir. Bu müsbət qiymətli funksiyadır dx. Və indi yazıram. Fx vurulsun sinus x, diqqət edin. Burada baxın, müəyyən integralın bir xassəsindən istifadə edəcəm.
kiçikdir, böyükdür sıfırdan, 0 pi intervalında sıfırdan böyükdür və kiçikdir. Axı sin x y-dən kiçikdir. Sin x y-dən kiçik olduğuna görə mən yaza bilərəm ki, düzdür, o vahidə bərabər olduğu yerdə var, kiçik bərabərdir fx və indicə dedim ki, fx nədən kiçikdir? Fx kiçikdir, pi vurulsun a üstü n bölünsün n faktorial. Doğrudurmu? Bu belədir. Deməli, bunlar artıq silə bilərəm, bunları silirəm, amma bu qalsın, bu qiymətləndirmə. Bax, bu a vuraq pi üstü n-i mən belə yazdım. Pi vuraq da vurukların yerini dəyişdim, belə yazdım. Pi vurulsun a üstü n bölünsün n faktorial. Aziz dostlar, deməli 0 pi intervalından götürülmüş ixtiyari x üçün, yəni ixtiyari x daxildir 0 pi üçün və həm də ixtiyari n natural ədədi üçün bu bərabərsizliyin doğruluğuna bizim əsla şübhəmiz yoxdur. Elədirmi? Bu, bundan kiçikdir və belədir. İndi mən sizə bir şey demək istəyirəm. Deməli, universitetlərin birinci kursunda belə bir limit isbatı olunur. Mən bunu silirəm artıq. Bu funksiyalar haqqında müəyyən bir təsəvvürümüz oldu. Deməli, limit s üstü n bölünsün n faktorial en yaxınlaşanda, bax, birinci bilməli olduğumuz budur. Bax, bu biraz orta məktəb uşaqları üçün bunu başa düşülməyi çətin edən faktorlardan biri budur. S ixtiyari həqiqi ədəd olarsa, bu çox sadə ispat olunan bir limitdir. Yəni, mən bunu isbatını etsəm, artıq bu P-nin irrasionallığını necə deyənlər ləzzəti itər. Yəni, əsas niyyətimiz odur. Bu işin içindən iş çıxarmayaq. Bu limitin doğru olduğunu qəbul edin. Bilməyənlər elə qəbul etsin ki, bu həqiqətən də belədir. Rahat ispat. Məsələn, S -1 aralığında modul cəvahətdən kiçik olanlar bunun limiti sıfırdır. 1 bölü n faktorialda sıfırdır, sıfır. Burada biraz şübhə doğura bilər ki, məsələn, S bəlkə 50-dir, S bəlkə 100-dür, 200-dür. Onda da ispat eləmək olar ki, bu belədir. Bu belədirsə, limitin tərifinə görə bu deməkdir ki, siz ixtiyari epsilon bölü 0 götürsəniz, həmin epsilondan asılı elə bir n epsilon nömrəsi tapa bilərsiniz ki, mən məcbur riyazi analizin simvolikasından istifadə edin. N böyükdür, n epsilon olan ixtiyari n üçün s-in bölək n faktorial, s üstü n bölünsün n faktorial. Bizdə s nədir? Bizdə s pi vuraq a-dır, bu müsbət ədəddir və bizim s pi vuraq a-dır. Deməli, mən burada s ixtiyari s üçün doğrudur. Hesab edin ki, bizim s-imiz müsbətdir. Mən burada müsbət s-yə baxıram da, ona görə modul yazmıram. S üstü n bölünsün n faktorial kiçik olacaq epsilon ədədindən. Bu belə olacaq. Həqiqətən də bu belədir. Yəni, ixtiyari limitin tərifidir. İxtiyari epsilon götürsəniz, elə bir nömrə tapacaqsınız ki, bu ardıcılığın həmin nömrəli hədlərindən sonra gələn bütün nömrəli hədləri s-ni də müsbət götürmüşəm. Bu sıfırla bunun aralığında nə edəcək? Yerləşəcək. Bu, modul yazmağa ehtiyacım qalmadı da. Bu bərabərsizliyi ödəyəcək. İndi, mən epsilon olaraq, indi görəsiniz niyə 1 bölü pi götürürəm. Xüsusi halda 1 bölü pi də götürə bilərəm da. 1 bölək həmin o 3 tam nə qədər olan ədəddə, həmin o pi dediyimdə rasionaldır güya ki. Epsilonu 1 bölü pi götürsəm, yenə n epsilon var ki, n epsilondan böyük olanda bu kiçik olacaq 1 bölünsün nədən? Pi-dən. Bu s nə olursa olsun bu doğrudurmu? Bu doğrudur. Bunu qəbul edək riyazi analizdə. İndi s-nin yerində bizdə nə dayanır? Pi vuraq a üstü n. Deməli, bu pi, s pi vuraq a üstü n olduğuna görə mütləq elə n epsilon nömrəsi var ki, o n epsilondan sonra gələn bütün n-lər bunu ödəyir. Onda mütləq, deməli, mütləq, onda mən belə yaza bilərəm. Elə bir n epsilon var ki, elə bir n nömrə natural ədəd var ki, elə bir n epsilon dediyim natural ədəd var ki, bundan sonra gələn bütün natural n-ləri bura qoyanda pi vuraq a üstü n bölü n faktorial, pi vuraq a üstü n bölünsün n faktorial kiçik olur 1 bölək nədən? Epsilondan 1 bölək pi-dir. Və beləliklə, mən həmin n epsilondan böyük olan n-lərdən birini fiksə edirəm. Qeyd edirəm həmin n-i və həmin n üçün bu bərabərsizliyi yazıram. Artıq mənim bu n-in o limitin tərifindəki n epsilondan böyük olan n-lərdəndir. Deməli, mənim buradakı n-im artıq, bax, mən burada o funksiyaya baxıram ki, o n-ə baxıram ki, həmin n
həmin n bu bərabərsizliyi nə edir? Ödəyir və salam. Deməli, bu n dəyişmir. Bu fiksə olunmuş n-dir. Aydındırmı? Aha, çəkiliş gedir. Deməli, beləliklə mən nə aldım? Beləliklə bunları silirəm və alıram ki, deməli, bu həmin funksiya ki var, böyük fx funksiyası düzəltdik, belə olur. Böyük fx funksiyası belədir də, fx vurulsun sinus x. Mən hansı fx-ə baxıram indi burada? Mən o n, fx-də axı n də iştirak edir. Bu n məhz bu bərabərsizliyi ödəyən n-dir. Belə n varmı? Var. Nə qədər var? Sonsuz sayda. Onlardan birini qeyd edirəm, ona riyaziyyatda deyilər fiksə olmuş n, qeyd edirəm və həmin n üçün bu funksiyaya baxıram. Bax, bu fx artıq bu bərabərsizliyi ödəyən. Onda nə baş verir? 0 kiçikdir fx, 0 pi x 0 ilə pi arasındadırsa 0 kiçikdir fx, 0 kiçikdir fx. Aydındır da, fx 0-dan böyükdür, çünki bu müsbətdir. Sinus x-də müsbətdir bu aralıqda, intervalın uzunlarını çıxmışam. Böyük fx budur, bu böyük fx, bu bərabərdir. Fx bıraq sinus x-dir, bu kiçik bərabərdir, elə fx-dən səbəb aydındır. Bu böyük fx idi, gördüyünüz kimi fx-dən. Fx kiçikdir. Pi bıraq a üstəyə bölək n faktorialdan, elədirmi? Çünki bunun ən böyük qiymətini yazdım, qiymətləndirmişdim. O isə bizim o limitə görə 1 bölə pi-dən nədir? Kiçikdir. Bu da kiçikdir, 1 bölünsün nədən? Pi-dən. Əssalam. Beləliklə, mən aldım ki, 0 kiçikdir fx, o da kiçikdir 1 bölə pi. Baxın, görün, hər bir şey aydındır mənzərə. Belədir. Onda müəyyən inteqralın, baxsaq, müəyyən inteqralın məlum xassələrinə görə bu funksiya müsbət qiymətli funksiyadır. Bunun onda belə yaza bilərəm, 0-dan pi-yə qədər. Bu aydındır ki, fx yalnız intervalın iki ucunda 0-a çevrilir. Bunun inteqralı həmişə müsbətdir. Onda bu kiçik olacaq 0-dan pi-yə qədər fx dx-dən. Və bu da kiçik olacaq integral 0-dan pi-yə qədər 1 bölünsün pi dx-dən. Və nəticədə nə alıram? Alıram ki, fx funksiyasının, vurulmuş fx funksiyasının, bax bu vurduğumuz fx funksiyasının 0pi parçasında müəyyən integralı, aydındır ki, bu integralın qiyməti edir 0, artıqdan Newton Lewis düsturlarını tətbiq edə bilərsiniz. Onlar 0 kiçikdir, integral 0-dan pi-yə qədər böyük fx dx, o da kiçikdir, bu sabit funksiyadır, 1 bölə pi çıxır qabağa və pi minus 0 orada aydındır da, Newton Lewis təfkiz 1, alırıq belə də 1 bölünsün pi, vurulsun pi minus 0, bu pi minus 0 pi eləyir, 1 bölə pi-yə də vuranda bu da qalır 1 və beləliklə çox möhtəşəm bir bərabərsizliyi aldıq. Nə aldıq? Aldıq ki, bizim qurduğumuz, artıq bizim bu fx funksiyası, bir daha təkrar edirəm, bu fx-dəki n artıq bayaq da dediyim bərabərsizliyi ödəyən n-lərdən biridir ki, qeyd edilir. Deməli, n qeyd olunub, n epsilondan, o bayaq yazdığım bərabərsizlikdəki n epsilondan böyük n-dir. Belə n-lər sonsuz saydadır. Bu n qeyd edilib, n artıq necə deyərlər, qeyd edilib, bu dəyişmir, bu sabit qalıb, n qeyd edilibdir, necə deyərlər, qeyd edilmiş n-dir. X 0-dan pi-nin arasında olan bərabərsizliklərdən aldıq ki, bu integral, bu funksiyanın 0pi parçasındakı integralı 0-dan 1-in arasındadır. Son, bu aydındır. İndi, hörmətli müəllimlər, Newtonin isbatını, yəni biz əksini fərz etmişik axı, biz ziddiyyət almalıyıq axı. Yəqin sizin gözləntiniz ondan ibarətdir ki, görəm nə olacaq, nə baş verəcək, ziddiyyət nədən ibarət olacaq. İndi biz başqa bir metoddan alacağıq ki, həmən bu fx funksiyasının integralı, deməli, həm də tam ədəddir. Axı da 0 ilə 1-in arasındadırsa, bu həm də tam ədəd ola bilməz və buradan alınan ziddiyyət göstərəcək ki, bizim fərziyyəmiz doğru deyil. Nə fərz etmişik? Biz fərz etmişik ki, pi rasional ədəddir. Deməli, bizim o fərziyyəmiz doğru olmayacaq. Bununla da ispat edəcək ki, pi a bölü b ola bilməzmiş. Çünki pi a bölü b olsaydı, biz belə funksiya bulardıq, sonra elə bir n nömrəsi tapardıq, qeyd eləyərdik.
o limiti nəzərə alsaq, onda bu integral belə olardı. İndi siz deyə bilərsiniz ki, bu sinus x-i bura nəyə daxil edərdiniz? Bu sinus x olmasaydı da, onsuz da f(x)in o qiymətləndirməsindən biz bunu ala bilərdik də. Elə kiçik f(x)in özü üçün də bunu ala bilərdik. Bu funksiya haqqında heç çox danışmaq da istəmirəm və yormaq da istəmirəm. Bu çox maraqlıdır ki, n sonsuzluğa getdikcə bu funksiyalar var. Bayaq mən qrafiklər çəkirdim. Onların qrafikləri müntəzəm, o funksiyalar müntəzəm olaraq sıfıra doğru yürür. Yəni, bunlar getdikcə sıxılır, belə sıxılır bunlar o limitin, həmin o limitdən çıxır ki, onların qrafikləri aksoxuna doğru sıxılır və mən onu elə bir həddə çatdırdım ki, elə bir enə gətirdim, çatdırdım ki, bu integral 0 ilə 1-in arasında yerləşdir. İndi bu sinus x-i bura niyə daxil edir? Mənə elə gəlir, mən bunun üçün özüm üçün çox araşdırmışam. Bu integralı, həmən bu integral, birazdan biz bu integral 0-dan pi-yə qədər f(x) dx var. Biz onu yazırıq f(x)in yerinə kiçik f(x) vurulsun sinus x. Artıq yenə təkrar edirəm. Bizim buradakı kiçik f(x)imizdəki n bizi bu vəziyyəti təmin edən n-lərdən biridir. Bunu unutmayaq, bu çox önəmlidir, dx. Bu integralı biz birazdan, niyə bura sinus x daxil edib nivel? Daxil edib ona görə ki, birazdan biz bunu belə yazacağıq. f(x) vurulsun d cosinus x. Sinus x d mənfi cosinus x-dir. Və bura belə bilirsiniz də, yəni indi ona görə deyirəm ki, birinci kurs tələbələri və yaxud orta məktəbin axırıncı sinfinin belə delibaş şagirdləri üçün ola bilər. UDB belə bir integral A-dan B-yə, bilirsiniz, istərsə integrallama düsturu var. Ux və Vx var da, burada sərbəst dəyişənlər x-dir yazılmışam, Ux, Vx A-dan B-yə qədər, minus integral VDO. Bu integralı da bilmək lazımdır. Belə bir istərsə integrallama düsturu var müəyyən integrallarla. Birinci kurs tələbələrinin bildiyi bir integraldır. Deməli, nivel bunu daxil edib ki, baxın, bunu daxil edib ki, bax, bu sinus x-i bura ona görə əlavə edib ki, bunu. Biz bu sinus x burada mühüm rol oynuyor. Biz onu mənfi d mənfi cosinus x yazaraq u dd halına saldıq bu integralı. Baxın, integral u fx'dir, d, v isə mənfi cosinus x-dir. Biz bu integraldan istifadə edib birazdan bu hissəsə integrallamadan istifadə edərək bu integralı yenidən hesablayacaq. Və buradakı böyük fx'in vurğularından biri ki var, kiçik fx, bir daha təkrar edirəm. Həmin bu kiçik fx də en da bizim arzu etdiyimiz, bizi bu arzumuza necə deyərlər, çatdıran enlərdən biridir. Buradakı en bunu təmin edən, bunun doğruluğunu təmin edən enlərdən biridir ki, o qeyd edilir. İndi biz birazdan bunu tətbiq edəcəyik. İndi nə olacaq bunu tətbiq edəndə? Gəlin baxaq və görəcəksiniz ki, eyni integralın qiyməti burada aldıq ki, axı 100% 0 ilə 1-in arasındadır. Baxın, unutmayaq da, bunu silmirəm. 0 ilə 1-in arasında yerləşir. İndi alacaqsınız ki, bu integralın qiyməti tam ədəddir və başlayaq bunu tətbiq eləmək. Bərabərdir. UDV nə yazacaq? Baxın, UV mənfi cosinus x vurulsun, ya belə də yaza bilərəm. Fx vurulsun mənfi cosinus x, amma mən bunu çox tətbiq eləməyəcəm. Bir daha təkrar edirəm. Bu 2n dərəcəli çox hədli funksiyadır. Dərəcəsi 2n'dir. 2n'dən sonraki törəmələri sıfıra bərabərdir onun. İndi baxın, fx vurulsun uv hardan hara qədər? 0-dan pi-yə qədər. Görün, nə maraqlı düşünülür. Fx'in qiyməti 0-da tam ədəddir. 0'dır. Pi-də də tam ədəddir. Pi a bölək b-dir. Unutmayın ki, pi a bölək b-dir. Güya rasionaldır. A bölək b yazanda bu da olur 0. Minus integral v du. İntegral v, yəni mənfi cosinus x dfx. Bunu silirəm. Yəni, baxın, tətbiq etdiyində həmin integralı yazacaq. Integral, deməli, u vurulsun v minus v du. Yəni, v mənfi cosinus x, v du dfx deməkdir. Dfx nə deməkdir? Bunu da orta məktəb uşaqları da müəyyən qədər bilirlər. F'in törəməsi
vurulsun dx deməkdir. Onda mən bunu icazənizlə birbaşa belə yazıram. f'(x) vurulsun dx yaza bilərəm. f'(x) vurulsun dx. Və beləliklə bu mənfi və bu mənfi integral işarəsi qarşına çıxır, siz bunu bilirsiniz. Olur cosinus x vurulsun f'(x). Belə yaza bilərəm. Bunun da vurgularının yerini dəyişib belə yazacağım. f'(x) vurulsun cosinus x dx. Hər şey düz oldu, səhvə yol vermədim, 0-dan pi-yə qədər. Aydındır ki, bu tam ədəddir. Nəyə görə? f(x) pi-də və 0-da tam ədəddir, cosinus pi-də tam ədəddir, 0-da tam ədəddir və beləliklə bu toplanan tam ədəddir. İndi bu toplanan başqa burada davam eləməyə. Və indi siz görəcəksiniz ki, bizə nələr lazım olur. Bu işimizi yarımçıq saxlayıb, həmin işin dalınca düşəcək. Bərabərdir, yazıram. Deməli, aydındır ki, f0-da bu f'-də düzdür, 0-dır, 0-da da 0-dır. Ona görə bu 0 edir, amma mən elə buna bir tam ədəd yazıram, olsun 0 plus, bunu necə yazacağım? D sinus x yazıram integral 0-dan pi-yə qədər f'(x), buraya yazıram D sinus x, baxın, D sinus x bərabərdir. Burada təzədən tətbiq edəcəm integral, o düsturu burada saxlayayım, o gözümüzün qarşısında qalsın. İntegral UDV 0-dan pi-yə qədər bərabərdir. UV 0-dan pi-yə qədər minus integral VDU 0-dan pi-yə qədər. VDU. Yazıram. İntegral 0-dan pi-yə qədər f'(x) D sinus x. İndi UDV yazıram. f'(x) vurulsun sinus x. 0-dan pi-yə qədər. Düz oldu mu? UV minus VDU minus integral 0-dan pi-yə qədər VDU yəni belə olacaq. Sinus x vurulsun df'(x). df'(x) nə deməkdir? F''in diferensialı bu f''in törəməsi vurulsun dx-dir. Bu olacaq f'(x) vurulsun dx. Belə olacaq. f'(x) yəni f'in ikinci tərkib törəməsi vurulsun dx olacaq. Mən indi burada yenə vurguları yerinə əvvəlcədən dəyişib belə yazacağım. f'2' sinus x dx. Yazıram. f'2' sinus x dx. Bax belə. Doğrudur mu? Nə baş verəcək burada? F'in törəməsi pi-də bizə lazım olacaq, 0-da bizə lazım olacaq, sinus pi-də 0-da bizə lazım olacaq və beləliklə biz bu prosesi davam etdirəcək. Aydındır ki, buradan bir tam ədəd alınacaq. Nə lazımdır o? 0 olur o tam ədəd dediyimiz. Çünki sinus pi-də 0-dır və bu prosesi davam etdirərkən mən bura sinus x dx-i d cosinus x yazacağım və tərzdən buraya yazıram tam ədəd. 0 olsa belə yazıram tam ədəd minus olacaq belə. Deməli, integral d cosinus x yazıram. Buraya yazıram d cosinus x. Amma d cosinus x yazanda bu mənfi udulur. Aydındır da niyə? Çünki mənfi sinus x ilə d cosinus x olur. İntegral 0-dan pi-yə qədər f'in ikinci tərtib törəməsi x, d cosinus x. Buradakı ədəd 0 olsun, onu tam ədəd yazdım və gəldik belə bir vəziyyət aldıq. Diqqət edin, d cosinus x. Və beləliklə biz bu prosesi davam etdirməyə başlayacaq. İndi burada bir məsələ çıxır ortalığa. Biz bu prosesi belə davam etdirdiksə belə olacaq. UV minus, baxın bir nə yazıram? Z plus integral 0-dan pi-yə qədər. Deməli, Z plus belə olacaq. Z plus UV, yəni f'(x) vurulsun cosinus x. Həmən bu düsturu tətbiq edirəm yenə. Bax, bu düsturu tətbiq edirəm. Baxın, bu düsturu tətbiq edirəm. Olur, f'(x) vurulsun cosinus x 0-dan pi-yə qədər minus. Mən düşünəm artıq bu bizə lazım deyil. Bunu mən silə bilərəm buradan. Bunu silirəm ona görə də. Bunlar artıq bizə lazım deyil. Amma funksiyanız qalsın. Yəni biz əsas bu funksiyanın integralını hesablamaqla məşğuluq. Fx bərabərdir balaca f2 vurulsun sinus x funksiyasının. Biz bunun integralının 0 ilə 1 arasında yerləşdiyini artıq bayaq ispat eləmişik müəyyən n üçün. İndi isə
həmin integralı ayrı üsulla hesablayırıq. Baxın, minus olacaq integral 0-dan pi-yə qədər. Deməli, u, dv, bir dəfə olacaq v, du. Olacaq kosinus x vurulsun d, f2-x. d2-x olacaq. Bu eləyəcək f2'in törəməsi, yəni f3' vuraq dx olacaq. Bax, belə olacaq. Burada isə biz bunun yerini dəyişib belə yaza bilərik. f3' kosinus x, f3' kosinus x dx yaza bilərik belə. Aydındır ki, indi burada qalır bu ikinci tərtib törəmənin pi-də, 0-da qiymətini hesablamaq. Kosinusun pi-də qiyməti tamdır, 0-da qiyməti tamdır. Qalır f2'in ehtiyac yaranır pi-də və 0-da qiymətlərini hesablamağa. Biz bu prosesi davam etdirəcəyik və biz burada işimizi yarımçıq saxlayıb bu törəmələrin, əgər bu törəmənin, yəni ikinci tərtib törəmənin, burada isə birinci tərtib törəmənin pi-də və 0-da qiymətlərinin tam olduğunu ispat edə bilsək, İkinci tərtib törəmə pi-də tamdır, 0-da tamdır, kosinus pi-də və 0-da tamdır. Ona görə bu funksiya çox gözəl seçilib. Burada sinus x elə seçilib ki, həm onun, həm də kosinus x-in, bunun törəməsi olan kosinus x-in 0-da və pi-də qiymətləri tamdır. Əgər biz sübut edə bilsək ki, f-in törəmələrinin də qiymətləri 0-da və pi-də tamdır, onda biz bu əməliyyatı 2n dəfə davam etdirməklə, 2n dəfə davam etdirməklə gəlib burada ikinci tərtib törəmədən sonraki törəmələr 0 olacaq, integral 6 0-a çevriləcək və biz bu törəmədəki qiymətlərin, törəmələrin pi-də və 0-dakı qiymətlərinin tam ədəd olduğunu sübut edə bilsək, olacaq ki, bu integralın qiyməti tam ədəddir. Bayaq isə almışdıq ki, bu integralın qiyməti necədir? Bayaq bu funksiya üçün almışdıq ki, integral 0-dan pi-yə qədər f2 dx 0-la nəyin arasındadır? 1-in arasındadır. Və deyəcək ki, necə ola bilər ki, bu integral həm 0-la 1-in arasında olsun, həm də bu integralın qiyməti bir tam ədəd olsun. Biz bu hissə integrallama düsturunu 2n plus 1 dəfə tətbiq etməklə, 2n plus 1 dəfə tətbiq etməklə elə ona nail olacaq ki, bu integralın altındakı funksiyanın törəməsi üçüncü tərtib törəmənin yerinə bir an gələcək ki, 2n plus 1-ci tərtib törəmə olacaq. Funksiya neçə dərəcəli çoxərlidir? 2n dərəcəli çoxərlidir və onun 2n plus 1 tərtibli törəməsi 0 olacaq deyə bu integral 0-a çevriləcək. Əsas məsələ odur ki, biz bu yerdə qalan ədədlərin tam ədəd olduğunu sübut edə bilək. Bu yerdə qalan ədədlər nədən əmələ gəlir? İndi ona baxın. Deməli, f-in özü pi-də və 0-da bu tamdır. F-in özü 0-da tamdır. Pi-də və pi-ni bura qoyanda pi a bölək b daxil. Biz əksini tərz eləmişik ki, pi güya ki, bu pi a bölək b-yə bərabərdir. Bura pi a bölək b qoyanda bu da olur 0. Deməli, bu integralın içində görünmələr var. F-in özünün pi-də və 0-da qiyməti var. Kosinusun pi-də və 0-da qiyməti var. F-in törəməsinin pi-də və 0-da qiyməti var. Sinusun pi-də və 0-da qiyməti dedikdə tam ədəddir. Sonra bunun bir an gələcək ki, f-in görürsünüz, ikinci tərtib törəməsidir bu. F-in bir tam ədəd üstə gələk, f-in ikinci tərtib törəməsi 0-da və pi-də lazım olacaq bizə. Deməli, bizə lazımdır, indi sübut edək ki, f funksiyasının özünün aydındır. Birinci tərtib törəməsinin, ikinci tərtib törəməsinin, üçüncü tərtib törəməsinin, dördüncü tərtib törəməsinin. Çünki burada biz bu hissə integrallama düsturunu 2n plus 1 dəfə tətbiq etdiksə, bizim qabağımıza f-in 0-da pi-də qiyməti, f'-in 0-da pi-də qiyməti, f2'in 0-da pi-də qiyməti, sonra f3'in, sonra f4, dördüncü tərtib törəmənin 0-da və pi-də qiyməti, nəhayət f-in 2n-ci tərtib törəməsinin 0-da və pi-də qiyməti lazım olacaq. Sübut edə bilsək ki, bunlar tam ədədlərdir, bax, bunlar z-ə daxildir. X bərabərdir 0 və x bərabərdir pi olduqda bütün bu gördüyümüz qiymətlərin hamısı z-ə daxildir.
Aydındır da, F'in özü aydındır. Niyə? F0 dediyim kimi 0'dır, F2 də 0'dır. Bu yerdə qalanların da tam ədəd olduğunu sübut edə bilsək, onda hissə inteqrallamanı 2000 dəfə tətbiq etdikdən sonra bu inteqralın qiymətinin necə bir ədəd olduğunu, bu inteqralın qiymətinin bir tam ədəd olduğunu almış olarıq. Tam ədəd olduğunu almış olarıq. Əvvəlcə isə biz sizinlə ispat etdik ki, bu integral 0 ilə 1-in arasında yerləşir. Necə ola bilər ki, integral həm 0 ilə 1-in arasında yerləşir, həm də tam ədəd olsun? Axı 0 ilə 1-in arasında tam ədəd yoxdur. Bu ziddiyyətsə o demək olacaq ki, biz pi-nin A bölü B şəklində olduğunu iddia edə bilmərik. Yəni, pi rasional deyilmiş, o irrasionalmış. Bax, ideya bundan ibarətdir və bu möhtəşəm bir ideyadır. İndi qaldı burada nə ispat eləmək? Qaldı ispat eləmək ki, F'in bütün tərtib törəmələri, birinci, ikinci, üçüncü, dördüncü, beşinci, nəhayət, ikinci. Niyə ikinci? Çünki o 2 dərəcəli çox hədli funksiyadır, ondan sonraki törəmələr sıfıra bərabərdir. Beləliklə, necə deyərlər, gedirik qabağa. Mən bunları silirəm. Məncə bu hissə aydındır. Burada ola bilər bəlkə işarə səhvliyi elədimsə də, amma məncə olmadı bir işarə səhvliyi. Yəni, bu hissə inteqrallamalarda əsas bunu bir daha lazım olsa, yəni, bizim indi burada işimiz yarımçı saxlayırıq və gedirik qabağa. Nəyə? Gedirik o elə ki, sübut eləməliyik ki, F'in törəmələri 0 və pi-də tam qiymətlər alır. Bütün törəmələri 0-da və pi-də tam qiymətlər alır. Əgər biz bunu da ispat edə bilsək, sonra ziddiyyət alırıq ki, biz alırıq ki, onda bu integral tam ədəddir. Amma bayaq sağlamışdıq ki, həmin integral 0 ilə 1-in arasındadır və beləliklə bizim əsas işimiz indi bundan ibarət olacaq. Hələ silirəm. Mən isbatın ideyasını əvvəlcədən ona görə söyləyirəm ki, düzdür, bəzi, yəni, mən bilirəm ki, bəzi müəlliflər bu isbatın ideyasını intizarda saxlayırlar, izləyiciləri intizarda saxlayırlar və demirlər isbatın ideyasını və müəyyən prosesi yazırlar, gedir, o da çox yaxşıdır. İntizarda izləyirsən ki, bu nə olacaq, axırda nə baş verəcək, nə xəl verəcəklər ki, bu pi rasionaldır, nə ziddiyyət alınacaq, amma mən bunu bilə-bilə əvvəlcədən söylədim. İndi beləliklə biz bu funksiyanın müxtəlif tərtibli törəmələrini 2-yə qədər almamız lazımdır. 2-yə qədər. Hörmətli müəllimlər, belə bir şey indi bu da universitetlərin birinci kursuna aiddir. Nə yəni birinci kursa aiddir. Belə, iki funksiyanın hasilinin törəməsi, niyə burada hasil var axı? X üstəyən var, indi bu 1 bölü n faktorial vuruqdur da, bunu qabağa çıxara bilərik, törəmə işarəsi xaricində. Burada iki funksiyanın hasilinin törəməsindən söhbət gedir. İki funksiyanın hasili belədir də, u v' plus u' v. Düzdürmü? Yəni, bu universitetlərin birinci, orta məktəbdə var, əlbəttə ki, orta məktəblərdə bu hamının bildiyi bir düsturdur. Orta məktəblərdə hər kəs bundan istifadə edir. Amma mən istəyirəm ki, bunu yüksək tərtibli törəmələrə qədər yazın. Belə, deməli, ikinci tərtib törəməni yazar indi bu hasillə. Bu hasilin ikinci tərtib törəməsi. Yəni, əgər mən fx yazım da burada, amma düzdür, bizdə orada 1 bölü n faktorial var, olsun, amma f'in birinci tərtib törəməsi. F'in ikinci tərtib törəməsini yazsam, u v ikinci tərtib törəmə bu nə olacaq? Bunun törəməsi, bu belə olacaq. Birinci vurulsun ikincinin törəməsi u v 2' plus birincinin törəməsi vurulsun ikinci, bu olacaq u' v' plus burada olacaq u' vuraq v' və burada olacaq deməli u2' vuraq v, düzdürmü? u2' vuraq v və bununla bu toplananda bizim bildiyimiz deməli belə bir ifadə alınacaq. U və deməli bu ikisi toplanır, belə olur. 2, mən burada sizi çox yormayacağım, amma bu vacibdir bizə, çünki biz bunun bütün törəmələrinə baxın, diqqət edin, bizə bunun bütün törəmələri lazım olacaq. Harada lazım olacaq? Mən ki, əvvəlcədən dedim.
istəsə inteqrallama düsturunu bu inteqrala tətbiq edəndə bunlar ortalığa çıxır. Ona görə mən orada o işi prosesi dayandırdım, geri qayıtdım bura. Yazıram bura, U2-V. İndi üçüncü tərtib törəməni yazsanız, bərabərdir. Olacaq U vurulsun V-nin törəməsi, V'2'in törəməsi. Bu olacaq V3' plus nömrəm olacaq. Baxın, olacaq, deməli, U' vurulsun V2'. İndi bunu barmaq hesabı ilə də eləyib görərsiniz ki, belə deyək də, Newton binomunun açılışındakı əmsallar alınır. Baxın, U' vurulsun, buna Leibniz etdiyinə görə buna Leibniz düsturu deyirlər. Baxın, indi mən birini yazıram da ondan sonra birbaşa Leibniz düsturunu yazıram. Deməli, U vurulsun V2'in bir də törəməsi, bu oldu V3'. Burada alırıq, U' vurulsun V2', düzdürmü? Plus, burada olur 2, U' vurulsun bunun törəməsi, V''in törəməsi olur V2', gördünüz mü? Oldu 3, U' V2' yazıram. 3, burada törəmə meydana gəlir, birinci tərtib, burada törəmə bir dərəcə azalır. U' V2' plus, davam etsəz o cür, görəcəksiniz ki, məsələn, burada olacaq 2, U, bunun törəməsi vuraq bu, sonra bir də bunun törəməsi, bu vurulsun bunun törəməsi. Olacaq 2, U2', V', burada da U2', V', ona görə olacaq 3, U2', V', nəhayət plus olacaq 3, olacaq U3', V. Bax, siz əmsallara fikir versəz, görürsünüz ki, Newton binomunun açılışındakı əmsallar olur. Onda belə olur. Dördüncü tərtib törəmə. Bunu bəzən bu rəqəmlə yazırlar. Mən belə yazıram. F4x bərabərdir. Birbaşa yazıram. Olacaq U, V-nin dördüncü tərtib törəməsi plus kombinezon 4'dən 1, 4, U, V, üçüncü tərtib törəmə plus 6, U, 2', V2' plus 4, U, 3', V', U3', yəni U3 yazıram da qısa olsun deyə. Plus nəhayət nə olacaq? Axırda olacaq plus, səhv eləmədim, hər şey düz oldu da. Kombinezon 4'dən 0, 4'dən 1, 4'dən 2, 4'dən 3, 4'dən 4 olacaq. U-nun dördüncü tərtib törəməsi vurulsun deyə. Baxın, beləliklə biz bu funksiyaların törəməsini belə yaza bilərik. F, K, K-nıncı tərtib törəmə x, ümumiləşdirib yazıram. Bərabərdir K-nıncı tərtib törəmə. Yəni, bax, bu funksiyanın K-nıncı tərtib törəməsi olacaq kombinezon K-nıncı tərtib törəmə. Belə yaza bilərəm. Kombinezon K-dan L dəyişir 0'dan K-ya qədər. Olacaq U üstü, deməli, L, elədirmi? U-nun L-in tərtib törəməsi vurulsun V-nin K minus L-inci tərtib törəməsi. Bunu səlqə ilə belə yazmaq lazımdır. Baxsaq görəcəksiniz. Məsələn, gəlin 4'ü qoyaq, yoxlayaq. Olacaq L 0'dan 4'ə qədər kombinezon olacaq. Deməli, 4'cü tərtib törəməni yazıram. 4'cü tərtib, 4'dən 0 olacaq 4'dən 0, U 0, yəni U 0 deyəndə U-nun 0'cı tərtib törəməsi deyəndə funksiyanın özünü başa düşürük. U-nun 0'cı tərtib törəməsi deyəndə funksiyanın özünü başa düşürük. Deməli, olacaq U, indi olacaq belə, U-nun 0'cı tərtib törəməsi, yəni U-nun özü, vurulsun V, K 4'dür, 4 minus 0. 4'cü tərtib törəmə plus kombinezon 4'dən 1 olacaq 4. U-nun birinci tərtib törəməsi, V-nin üçüncü tərtib törəməsi plus kombinezon 4'dən 2 olacaq 6. U-nun ikinci tərtib törəməsi, V-nin 4 minus 2, yəni ikinci tərtib törəməsi plus kombinezon 4'dən 3 olacaq 4. U-nun üçüncü tərtib törəməsi, elədirmi? Və belə davam edəcək. Bu düstur doğrudur və beləliklə bu düstur Newton-Leibniz, bu düstur Leibniz düsturudur. Leibniz düsturudur və bu universitetlərdə, birinci kurslarda öyrədilir ki, funksiyanın hasilinin K-nıncı tərtib törəməsi. Yəni, F bərabərdir. Bunları silirəm, yəni bunu barmaq hesabı da belə yoxlamaq olar. Amma bunu bilmək mütləq lazımdır. Çünki bizə
bunu nə üçün bizə lazımdır? Çünki biz qayıdırıq funksiyamıza. Bizə bu funksiyanın bu tərtibli törəmələrinin 0 və pi nöqtələrindəki qiymətləri lazımdır. Yəni məqsədimizi unutmamışıq da, yəni xaos deyil. F(kx) buna bərabərdir. İndi bizim fx'imizdə 1/n faktorial var və ux nədir, vx nədir? Ux olaraq götürürük x üstü n funksiyasını və vx olaraq götürürük. Nəyi? Vx olaraq a minus bx üstü n funksiyasını götürürük. Aha, belə. Və beləliklə, orada f-in, həmən bu f-in, artıq bu f-in və unutmuruq ki, hansı n-dir? N artıq qeyd edilib, mən də artıq bu barədə danışmışam. Bu n, o n-dir ki, bu integralın vahiddən kiçiliyini təmin edib. Həmin n qeyd olunub. O n qeyd olunmuş bir n-dir. Artıq o dəyişən deyil, o dəyişmir. O qeyd olunmuş n-dir. Yazıram, fx bərabərdir. 1/n faktorial vurulsun, həmən bu x üstü n vurulsun a minus bx üstü n. Doğrudur mu? Belə. Onda həmən bu düsturu tətbiq etsək, indi bu funksiya üçün biz belə yaza bilərik. F-in kanuncu tərtib törəməsi x. Biz niyə bunu edirik? Bir daha təkrar edirəm, bu bizə lazımdır. F(kx), yəni ideya bundan ibarətdir. Biz öz ideyamızın dalınca qaçırıq. 1/n faktorial vurulsun, kombinezon yazıram. L bərabərdir 0-dan k-ya qədər. İndi buraya yazıram. Kombinezon k-dan l, kombinezon k-dan l, kombinezon k-dan l vurulsun. Ux budur, yazıram. Ux-in üstündə l, yəni Ux-in l-inci tərtib törəməsi vurulsun. Vx-in k minus l-inci tərtib törəməsi. Və salam, və bunu silirəm. Çünki bizim funksiyamızla 1/n faktorial var idi, sabiti törəmə işarəsi xaricinə çıxartmışıq. Allah. Burada bir nəfəsimizi dərək. İndi biz nə etməliyik? Məqsəd nədir? Aydındır. Məqsəd aydındır ki, fx funksiyasının x bərabərdir, 0 və x bərabərdir, pi nöqtələrindəki qiyməti tam ədəddir. Burası 0 qoyanda və pi qoyanda 0 alır. Bax, bizim məqsədimiz f-in birinci tərtib törəmə, ikinci tərtib törəmə, üçüncü, dördüncü, beşinci. Əlbəttə bizi 2n-ci tərtib törəməyə qədər törəmələr maraqlandırır. Niyə? Çünki yerdə qalan 2n-dən sonraki törəmələri onsuz da bunun 0-a bərabərdir. Eyniliklə 0 funksiyadır deyə onun 0 və pi-dəki qiymətləri də 0 olacaq. Belə, burada bir nəfəsimizi dərək və indi bizə görün nə lazım oldu. Onda belə çıxır ki, bizə ux-in və vx-in törəmələri lazım olacaq. Bax, bizə bu iki funksiyanın törəmələri lazım olacaq. Beləliklə, mən burada bunları silirəm və indi lövhədə deməli saxlayıram. Mən bunları silirəm. Baxın, bunları silirəm. Bunu da silirəm artıq. Bu fx-in funksiyasındakı n söylədiyim kimi artıq bizim hələlik bunu da silirəm. Buna da ehtiyac yoxdur. Deməli, bizim fx-imizdəki n artıq qeyd olunmuş n-dir. Burada a və b də konkret ədədlərdir, məlum ədədlərdir. Yəni, əksini fərz eləmişik ki, güya ki, pi rasionaldır, a və b natural ədədlərdir burada. X də 0 pi aralığında dəyişir, hər şey aydındır. Belə. İndi ux və vx-in törəmələrinə ehtiyacımız yarandı. Onu yazmaq məcburiyyətindəyik. Yazaq. Gedək qabağa. Davam edək. İləriyə gedək. İndi baxın. Deməli, beləliklə, əsas məqsədimiz bizə aydındır. Bizə f-in kanuncu tərtib törəmələr aydındır ki, bu k da bizə ən çox maraqlıdır. Yəni, 0-cı tərtib törəmə özüdür. Biz orada funksiyanın 0-da və pi-də tam qiymət aldığını bilirik. K 0-dan böyük olanda və bir də 2n-ci tərtib törəməyə qədər əslində bizə maraqlıdır. Məncə elə deyilmi? O n də artıq qeyd edilib. Biz bu barədə danışmışıq. Baxın, ux funksiyasının f-in kanuncu tərtib törəməsini taparkən bizə ux-in və vx-in törəmələri lazım olacaq. Yazıram. Onun aydındır ki, u funksiyası budur. Dəyişən n dərəcəli çox ədədidir. Vx də n dərəcəli çox ədədidir. Bunların da n-dən sonraki törəmələri 0-a bərabərdir. Ux-in də n-dən sonraki törəmələri 0-a bərabərdir. Amma bu hasilin içində
birinin n-dən böyük, birinin n-dən kiçik törəmələri iştirak edə bilər. Baxaq, qayda var. Əsas məsələ, deməli bizə u-nun və b-nin törəmələri lazım olacaq. F-in törəməsini taparkən bizə u-nun və b-nin törəmələri lazım olacaq. Mən hazır yazdım. Baxın, u(x) bərabərlik üstü. Birinci tərtib törəmə. N gəldi qarşıya, x dərəcə bir vahid azaldı. İkinci tərtib törəmə. Bu dəfə n vurulsun, n-1 yarandı burada, aydındır. Artıq üstü bir vahid azaldı. Bu oldu n-2. Sonra kanıncı tərtib törəməyə gələndə nə olur? N vurulsun, n-1, n-2, nəhayət n-, burada n-2-dən bir əksik. Burada da n-k'dan bir əksik yazanda n-k plus 1 və üstündə n-k. Burada n-1, burada n-2, burada n-k yaranır. Bu u(x) funksiyasının kanıncı tərtib törəməsidir. İndi K'nı bu intervalda götürüb biz biləcəyik ki, onun 0 və p-dəki bizə bu funksiyanın qiymətlərinin 0 və burada, daha doğrusu bu funksiyanın yox, bunun kanıncı tərtib törəmələridir bu. F(kx)lərin 0 və p-dəki qiymətləri maraqlıdır. Niyə? Bir daha təkrar edirəm. Unutmadınızsa, bayaq biz bu integralı hissə-hissə integrallama ilə bu integralı hesablayarkən, baxın bu integralı yadınızda var, bunu biraz yazdım və dayandım. Hissə-hissə integrallamanı bu integrala tətbiq edərkən bizə f-in özünün və törəmələrinin qiymətləri 0p-dən lazım oldu. Baxın, indi biz ona görə orada işimiz yarımçı saxlayıb qayıtdıq burada funksiyanın törəmələrini hesablamağa və indi hesablayıb onun 0 və p-dəki qiymətləri haqqında bir məlumat əldə edəcəyik. Daha dəqiq desək, siz birazdan görəcəksiniz ki, bu törəmələrin, bir daha təkrar edirəm, k maksimum 2n olanda bizə maraqlıdır. Niyə? Çünki f funksiyası budur. F funksiyası 2n dərəcəli çoxhədli funksiyadır və onun 2n-dən sonraki tərtib törəmələri eyniliklə 0-a bərabərdir və ona görə də bizə maraqlıdır bunun törəmələri 2n-ə qədər. Başlayaq. Bunun törəmələrinin içində isə u-nun və b-nin törəmələri peyda olub. Deməli, biz məcbur u-nun və b-nin törəmələrini araşdırmağa. B-nin törəməsini tapanda bu k bir daha təkrar edirəm, 0-dan 2-nə qədər maraqlıdır bizim üçün. Keçək, b-nin birinci tərtib törəməsi. N gəlir qarşıya, a-b, x üstü n-1 mürəkkəb funksiyanın törəməsi olduğuna görə a-b x-in törəməsi olur mənfi b-in. Bu da orta məktəbdə bilinən bir şeydir. İkinci tərtib törəmə nə deməkdir? Yəni, törəmənin törəməsi deməkdir. Təkrar törəmə alanda bu ikisi sabit vuruqdur, qalır qıraqda. Buradan n-1 təkrar gəlir qalağa. Bunun törəməsi olur mənfi b, olur mənfi b-nin kvadratı, a-b x üstü n-2. Üçüncü tərtib törəmə olanda buradan bir daha mənfi b vuruğu çıxır, ona görə bu olur mənfi b-nin kubu, n-1, n-2, a-b x üstü n-3. Nəhayət kanıncı tərtib törəmə olur. Mənfi b üstü k, k dəfə, mənfi b, k dəfə, burada mənfi b 3 dəfə, burada mənfi b 2 dəfə, burada mənfi b 1 dəfə, burada mənfi b k dəfə, n-1, yəni blokların sayı burada da olur k dəfə və nəhayət a-b x üstü n-k. Oldu mu? Bizi nə maraqlandırır? Unutmamışıq ki, yox, əlbəttə yox. Bizi nə maraqlandırır? FK-nın 0-dakı qiyməti və FK-nın pi-dəki qiyməti. Daha dəqiq desək, bizə lazımdır ki, sübut edək ki, bunlar tam ədədlərdir. Bunların tam ədəd olduğunu bildikdən sonra biz buna, bu funksiyaya, bu integrala, hissə-hissə integrallamanı tətbiq edərək alacaq ki, bu integralın qiyməti tam ədəd olmalıdır. Halbuki biz ispat eləmişik ki, həm də 0-la 1-in arasındadır. Bax, bu ideyanın əvvəlcədən mən belə verməkdə niyyətim ondan ibarətdir ki, məsələn, Rus lektorlar o informasiyanı əvvəlcədən verməyib, dinləyicini həmişə intizarda saxlayırlar. Amma mən bunu əvvəlcədən verirəm ki, bu yorucu olmasın. Yəni, biz bilək ki, nə ilə məşğul oluruq. Bunları nədən ötürü hesablayırıq, bu bizim nəyimizə lazımdır. Və beləliklə bizə bu funksiyanın 0-da kanıncı tərtib törəməsinin 0-da və pi-də qiymətlərini lazımdır deyə biz bu törəmələrin 0-da və pi-də qiymətlərini hesablamalıyıq. Bir başlayaq. Funksiyanın 0-da qiyməti 0-dır. Birinci tərtib törəmə 0-da 0-dır.
Tam aydındır da. İkisə 0 qoysanız 0'dır, 0 qoysanız 0'dır. Onda belə çıxır ki, n k-dan kiçik olduqda, bunları mütləq qeyd edirəm, indi baxın. N əgər k-dan kiçik, k n-dən kiçik olarsa, k n-dən kiçik olarsa, diqqət edin indi, burada maraqlı bir şeylər var. K n-dən kiçik olduqda, yəni bizim k tərtib törəmə maksimum 2 ilə qədər ola bilər. K n-dən kiçik olduqda, qiymət 0'dır, funksiyanın nöqtədə qiyməti 0'dır, törəməsi 0'da 0'dır, bu da 0'da 0'dır, bu da 0'da 0 olacaq. Çünki burada k n-dən kiçikdir, n k-dan böyükdür və nəticədə tutaq ki, n fərz edək ki 60'dır, bu k isə 59'dur. Burada x üstü 60 minus 59 var, burada x var deyə 0'dır. Beləliklə, nə yaza bilərəm? Onda u, k, 0 bərabərdir 0'a. Doğrudur mu? K n-ə bərabər olanda vəziyyətimiz necə olacaq? K n-ə bərabər olanda biz bundan n-ci tərtib törəmə alırıq. N-ci tərtib törəmə alanda burada n minus n olacaq, bu olacaq 0. Burada olacaq n minus n plus 1, bu olacaq 1-dən n-ə qədər ədədlərin hasili. Onda belə çıxır ki, onun n-ci tərtib törəməsi isə 0-da bərabərdir n faktoriala. Bəs k n-dən böyük olsa, n-dən də böyük olub dediyim kimi çox da uzağa getməyəcəkdir. Müəyyən qədər gedəcək, 2 n-ə qədər gedəcək. K n-dən böyük olduqda, k n-dən böyük olduqda. Məsəl üçün, bu x üstü fərzilərin 7-dir. Siz bundan 8 dəfə törəmə alırsınız. Bundan elə 7 dəfə törəmə alanda 7 faktorial yarandı. Elə deyilmi? Və 8-ci törəmə alanda, bundan n dəfə törəmə alanda n faktorial yaranır. N-dən böyük törəmə alanda 0 olur. Onda k-nın 0 nöqtəsində, u funksiyasının k tərtibli törəməsinin 0 nöqtəsindəki qiyməti 0-a bərabər olur. Bax, bu çox vacib informasiyadır bizim üçün. U-nun, deməli, bu funksiyanın 0 nöqtəsində. İndi mən çox istəyirəm ki, bunun kəşfində sıx yazardım. Biz bunun gəlin pi nöqtəsindəki qiymətini də hesablayaq. K kiçikdir n olduqda U-nun deməli pi nöqtəsində də bildiniz niyə? Çünki bizim niyyətimiz aydındır artıq. Biz bilirik ki, nə işlə məşğuluq. Biz bilirik ki, bu törəmələrin 0-da və pi-dəki qiymətləri bizə maraqlıdır. Bu törəmələrin də 0-da və pi-dəki qiymətləri bizə maraqlıdır. İndi pi-də pi nədir? A bölünsün B-dir. Da elə deyilmi? Törəmənin A bölünsün B nöqtəsindəki qiymətidir. K-cı tərtib törəmə. Nə olacaq? İndi gəlin yazaq. K n-dən kiçik olduqda U, K, pi yazıram bura. Pi dediyimiz də A bölək B-dir. Yəni biz bilirik ki, güya ki pi rasionaldır. Bura A bölək B yazanda görün nə olacaq? n-1, n-2, n-k plus 1 burada olacaq. A üstündə n-k bölünsün B üstündə n-k. Yəni başqa sözlə belə olacaq. Surətdə bir tam ədəd bölünsün. Orada olacaq, baxın, n-1, n-2, n-k plus 1 vurulsun. A üstü n-k bölünsün B üstü n-k. Məxrəsdə olacaq B üstündə n-k. Belə, B üstündə n-k. K n-ə bərabər olduqda, baxaq K n-ə bərabər olduqda nə olacaq? Deməli, K-nın yerinə n yazdığımızda bu olur n faktorial və nəticədə U funksiyasının n-ci tərtib törəməsi pi-də də bərabər olur nəyə? N faktoriala, yəni olur tam ədəd. N-ci tərtib törəmənin pi nöqtəsində qiyməti, n-ci tərtib törəmənin pi nöqtəsində qiyməti, çünki onun n-ci tərtib törəməsi aydın n faktorialı sabitdir. O pi-də də 0-dır. K n-dən böyük olduqda isə, bunun törəməsi olacaq 0 və ona görə də onun n-ci tərtib, k-cı tərtib törəməsi pi nöqtəsində bərabər olacaq 0-a. Və beləliklə biz nə aldıq? Aldıq ki, bax bu f funksiyasının k-cı tərtib törəməsinin ifadəsindəki ux l-lər ki var, burada görürsünüz, bu l də 0-dan k-ya qədər dəyişir. K-da ya n-dən kiçik ola bilər, ya n-ə bərabər, ya n-dən böyük olar. O halda onun 0-dakı qiymətləri ya 0-dır, ya n faktorialdır. Pi nöqtəsindəki qiyməti ya n faktorialdır, ya 0-dır, ya da tam ədəd bölünsün B üstü n-k-dır. İndi biz n şeyi Vx funksiyası üçün gedəcəyik. N şeyləri
Vx funksiyası üçün də edəcək ki, Vx üçün də etdikdən sonra V funksiyası üçün də biz həmin 0 və pi nöqtəsində qiymətləri bildikdən sonra biz f kx-in 0 və p-dəki qiymətləri haqqında fikir yürüdə biləcəyik. Oldu mu? Davam edək. Deməli belə, mən uşaqlara deyəndə ki, uşaqlar, pi ədədinin irrasionallığı çətindir. Bəzən olur da elə uşaqlar ki, fikirləşir, yox mənim deyil, bizə maraqlıdır, ideya. Əslində, ideya doğrudan da çox maraqlı ideyadır. Məsələn, dediyim kimi də bu isbatla məşğul olmuş, belə deyək, samballı riyaziyyatçılar başlayırlar bu işlə. Və bu sıradan bir Allah gəlməz, adamın ağına gəlməz bizim kimi. Yəni, elementar riyaziyyatla məşğul olan adamların ağına əlbəttə ki, bu gəlməz ki, biz belə funksiyalar düzəldək və s. Qayıdaq bura, əsas işə keçək. Qaldı nə? Deməli, biz nə etdik? Ux funksiyasının 0-da və pi-də qiymətlərini tapdıq. K n-dən kiçik olanda, n-ə bərabər olanda və s. Və biz də bilirik ki, K 0 ilə 2n-in arasında qiymətlər alır. Belə, keçək V funksiyasına baxaq. Əvvəlcə V-nin K kiçikdir n üçün V-nin 0 nöqtəsində qiymətini yazıram. K kiçikdir n. V-nin K-nıncı tərtib törəməsi 0 nöqtəsində. Baxaq. V-nin törəməsi 0-da nə olacaq? Baxın. Mənfi V vurulsun n, A üstü n-1. Burada nə olacaq? Gəl K-nıncı bir başqa da qoyaq da. Deməli, K n-dən kiçikdir. K n-dən kiçikdir. X-ə 0 yazırıq. Olacaq, X-ə 0 yazanda bu olacaq A üstü n-K. Olacaq mənfi B üstü K. Mənfi B üstü K. Mənfi B üstü K vurulsun. Olacaq belə. n-1, n-1 nöqtələr, n-k plus 1 vurulsun. Vurulsun. Burada nə olacaq? A üstü n-k. Çünki x-in yerinə 0 yazırıq. A üstü n-k. Bu nə deməkdir? Bu deməkdir ki, bu tam ədəddir. Hələlik burada tam ədəd olmayan yer bircə budur. Vəssalam, qalan hər şey burada ya 0-dır, ya n faktorialda 0-dır. Burada bircə tam ədəd olmayan yer budur. Bu da tamdır. Niyə? Çünki A və B natural ədəddir, K aydındır. Bunlar da vurgular aydındır. K n-ə bərabər olduqda vəziyyət necədir? Baxaq. K bərabərdir n olduqda V n-ci dərəcədən, n-ci törəmə 0 nöqtəsində. 0 nöqtəsində n-ci törəmənin qiymətinə baxaq. 0 nöqtəsində n-ci törəmə. K-nın yerinə n yazdığımızda burada n-n yaranır. Bu olur 0. Burada olur n-n plus 1. Burada olur n faktorial vurulsun mənfi B üstü K. N faktorial vurulsun mənfi B üstü K. Belə yazıram. Vurulsun n faktorial. Nəhayət K n-dən böyük olduqda, K n-dən böyük olduqda, deməli, K n-dən böyük olduqda artıq biz bilirik ki, bu n-ci tərtib törəmə bu cürdür. N-ci tərtib törəmə sabitdir. K n-dən böyük olduqda siz sabitdən törəmələr almış olursunuz. Onda aydındır ki, V-nin n-ci tərtibdən sonraki törəmələri görürsünüz və bu funksiya n dərəcəlidir. N dərəcəli çox ədlidir. N tərtibli törəmədən sonraki törəmələr 0-a bərabərdir. Ona görə də onun 0 nöqtəsindəki qiyməti də 0-a bərabərdir. Beləliklə, V funksiyasının 0-da bütün tərtib törəmələrinin hamısı 0 nöqtəsində ya tam qiymət alır, tam, burada 0 və belədir, hamısı tamdır, özü görürsünüz. Qaldı hansı nöqtədə qiymət? V-nin pi nöqtəsində qiyməti. Unutmamışıq biz, əziz dostlar, biz yəni xaos içində deyilik. Biz birazdan nə edəcək? Biz birazdan fx funksiyasının 0-pi-dən inteqralını hissə-hissə inteqrallama ilə araşdıracaq və o zaman bizim qarşımıza f-in müxtəlif tərtibli törəmələri çıxacaq, tərtibli tərəmələri 0 və pi nöqtələrində. 0 və pi nöqtələrində bunun qiymətlərini bilmək üçün isə biz bunun 0 və pi nöqtələrində qiymətlərini hal-hazırda araşdırırıq və sonra sübut edəcək ki, bu tam ədəddir və ondan sonra məlum olacaq ki, bu integral ki var,
bu 0 ilə 1-in arasında, həm 0 ilə 1-in arasındadır, həm də tam ədəddir. Və alınmış ziddiyyətində kökündə P-nin rasional olduğunu yalnız biz burada bircə əksini fərz etmək etmişik və demişik ki, tutaq ki, P rasionaldır. Görək nə olur? Bunda belə bir ziddiyyət alınacaq, bax belə. Yəni, niyyətimizi unutmuruq, davam edək qaldığımız yerdən. Harada qaldıq? Biz indi K kiçikdir N olanda V-nin kanuncu tərtib törəmələrinin P-dəki qiyməti maraqlandırır. Budur, P-ni buraya yazanda P nəyə bərabərdir? Q-ə A bölək B-dir. Əgər P A bölək B-dirsə, A bölək B-ni buraya yazanda bu olacaq A minus A, 0 bunların hər birində olacaq və alacaq ki, bu bərabərdir 0-a. K ilə bərabər olduqda, bu N tərtibli, N dərəcəli çox hərlidir və bunun N-ci tərtib törəməsini yazdığımızda, N-in yerinə, K-nin yerinə N yazdığımızda bu olacaq 1, N faktorial olsun mənfi B üstü K, belə olacaq. Bu olacaq da, yəni sabitdir, ondan eyni olacaq. N-ci tərtib törəmə P-də də bərabər olacaq, elə buna mənfi B üstü K olsun N faktorial. Bax belə. Nəhayət, K-N-dən böyük olduqda, aydındır ki, K-N-dən böyükdürsə, artıq bunun N dərəcəli çox hərlinin N-dən böyük. Məsələn, 3 dərəcəlinin 4 tərtibi törəməsi 0-dır, 5 tərtibi törəməsi 0-dır, bu da onun kimi. Burada da alır ki, V, K, bütün N-dən yüksək tərtib törəmələr 0-a bərabərdir, eynilik kimi 0 funksiya olduğuna görə P nöqtəsində də qiymət 0-a bərabərdir. Bax belə, əziz dostlar, gəldik çıxdıq teoremin, yəni isbatın ən əsas səhv bitdi demək olar ki, mən bunları silə bilərəm, məncə bunlar mənə lazım olmayacaq, mənə bu qiymətlər lazım olacaq. Və beləliklə biz, bax belə, əslində həm də ən vacib yerinə gəlib çatdıq. Və burada bir nəfəsimizi dərək, indi bir 5-10 dəqiqəlik işimiz qalıb, darıxmayın, biz bunu axıra çatdırırıq. Nə edəcəyik indi biz? Bizim məqsədimiz unutmamışıqdan nədən ibarətdir. Biz buna integral 0-dan P-yə qədər UDV, yəni bax belədir bu. F2 sin 8 dx kimi yadımdan çıxıb xatırladıram. Biz bunu belə yazacaq, bu bərabərdir. İntegral 0-dan P-yə qədər F2 vurulsun, mən bunu arada yazmışdım, təkrar yazıram, hələ ola bilər, bəlkə məsələ tutmuşam orada. D mənfi kosin 8, D mənfi kosin 8 yaza bilərəm, buna D mənfi kosin 8 yaza bilərəm. Vaxtda nə qədər? Deməli, D mənfi kosin 8 yazıram, D mənfi kosin 8 bərabərdir. Oldu UDV və indi həmin o integral UDV bərabərdir UV minus VDU. Bunu tətbiq edəcəm. Bu bərabərdir. Belə olacaq. UV, yəni mənfi kosinus X vurulsun F2 0-dan P-yə qədər minus integral 0-dan P-yə qədər VDU, yəni mənfi kosinus 2, bu mənfi də bu mənfi ilə olacaq müsbət, vurulsun df2, df2 isə dediyim kimi f'(x) dx deməkdir. Və beləliklə gördüyünüz kimi f-in törəməsi ortalığa gəldi. İndi mən bunu davam elətdirirəm, çünki mən bunun ən yorucu yeri ola bilər sizin üçün. f'(x) ilə kosinus x-in yerini dəyişib, bunu belə yazacaq. f'(x) vurulsun kosinus x dx. Təkrar kosinus x dx-i pozub yerinə yaza bilərəm d sinus x. Və bundan sonra, indi diqqət edin, kosinusun pi-dəki qiyməti tamdır, sıfırdakı qiyməti tamdır, f-in pi-də və sıfırda qiyməti tamdır, düzdür o sıfırdır. Onun f-in pi-dəki qiyməti sıfırdır. Baxın da f-in pi-dəki qiyməti pi güya rasionaldır axı. X-ə pi a bölək b-dir. O sıfırdır, bu da b-dir sıfır. Onda bu belə olur. Təkrar buna tətbiq edəcəm UDV-ni, olacaq belə. Sinus 2 vurulsun f'(x), diqqət edin, 0-dan pi-yə qədər. Baxın,
UV yazdım. UV yerlerini dəyişdirmişəm. Minus integral 0-dan P'ye kadar VDU. Yani sinüs x vurulsun D f ştrix x. D f ştrix x ise belə yazabilirim. F2 ştrix x vurulsun dx. Bunların təzdən yerini dəyişib belə yazacağım. Görürsünüz, f'in yüksək tərtibli törəmələri çıxır mənim qarşıma. F2 ştrix x vurulsun sinüs x dx. F2 ştrix x vurulsun sinüs x dx. Səhv eləmədim. Bir dəqiqə baxın. Buydu da burada. Deməli, sinüs x vurulsun f ştrix x vurulsun u v minus v du. Doğrudur. Belədir. İndi sinüs x dx'in yerinə mən götürüb yaza bilərəm. D mənfi kosinüs x. D mənfi kosinüs x. D mənfi kosinüs x. O mənfi də bu mənfi ilə mənfi qabağa çıxa bilir, bilirsiniz. Yaza bilərəm elə D kosinüs x. İndi diqqət edin. Sinusun pi'dəki qiyməti 0'dır, 0'daki qiyməti 0'dır, v'ləri 0, törəmənin də qiymətləri nə olursa olsun, onsuz da bu 0'dır deyə aldıq belə bir şey. İntegral 0'dan pi'ye qədər f2 ştrix x. Bilmirəm, burada mən işarə səhvliyi etmirəmsə, onsuz da işarə səhvi bizim əsas niyyətimizdə təsir eləmir. Onu boş verin. Çünki o işarə mənfi də, müsbət də olsa, o tamlığa təsir edən əsas niyyət tam olmalıdır. UV, indi nə yazacaq onda? UV, yəni f2 ştrix x bıraq kosinüs x, UV 0'dan pi'ye qədər minus integral v du. V kosinüs x'dir. V du. D, yəni ikinci tərtib törəmənin diferensialı. Bu olacaq, üçüncü tərtib törəmə vurulsun dx. Bu olacaq f3 ştrix x vurulsun dx. İndi mən bununla bunu yerini dəyişib belə yazacağım. Vurukların yerini dəyişirəm sadəcə. Vurulsun kosinüs x dx. İndi kosinüs x dx'in yerinə götürüb yazacağım. D sinüs x. D sinüs x. Ay qarşılayıb. Burada vurma işarəsi təbii ki yoxdur. Diferensialdır. Burada var bak. D sinüs x. Bax belə 0'dan pi'ye qədər. İndi. Bax, bu da əsas məsələ. İndi biz pi'ni qoyanda kosinüs da bu tam ədəddir. 0'ı qoyanda kosinüs da tam ədəddir. Yəni bu ikinci tərtib törəmə pi, ikinci tərtib törəmənin pi'də və 0'daki qiyməti, bax o burada ikinci tərtib törəmənin pi'də və 0'daki qiyməti. İkinci tərtib törəmənin 0'daki qiymətini qoyanda, onda biz alacağıq ki, L 0'dan 2'ye kadar, L 0'dan 2'ye kadar. Tutaq ki, K'ya 2 koyduk da biz burada bakın 2'ye 2 koyduk. Ama bunu ben etmeyeceğim. Bakın, burada 2 0'da, burada 0 yazanda, 0 nöqtəsində bakın, törəmə 0'dır. V'nin 0'daki törəməsi, haradadır V'nin 0'daki törəməsi tamdır. Görürsünüz, o 0'dır, bu tam ədəddir. Vuranda və vurup kombinezonlar da tamdır, toplayanda tam ədəd verəcək həmişə. Baxın, bax bu isbatın ən möhtəşəm yeri burasıdır ki, bu adam həmin bu integralı təzədən hissə integrallamanı bura tətbiq edə bilmək üçün o sinüs x funksiyasını fx'in yanına vuruq olaraq artırıb böyük fx'ə baxıbdır. Yəni o IBM-də, yəni o Amerikan riyaziyyatçısına sürüb gedir. Baxın, biz bura sinüs x'i artırmaqla nəyə nail olmuşuq? Biz bura sinüs x'i, o daha doğrusu o bura sinüs x'i artırmaqla ona nail olub ki, burada hissə integrallamanı haracan tətbiq edəcək? Ta ki burada 2n dərəcə yaranana qədər. İndi görün nə olacaq? Buna təzdən tətbiq edəndə UDV nə baş verəcək burada? Bu olacaq, bu tam ədəddir, bu olacaq tam ədəd. Onda yazıram bir tam ədəd minus. Burada olacaq UV, belə də UV f3 x sinüs x 0'dan pi'ye qədər minus integral VDU. VDU yazanda olacaq belə. Sinüs x bunun diferensialı. Bunun diferensialı isə törəməsi bıraq dx deməkdir. Bu olacaq 4-cü tərtib törəmə. Onda bu olacaq belə. Sinüs x'i qabağa salsam, sinüs x vurulsun. Yox, 4-cü tərtib törəməni qabağa salsam olacaq. 4-cü tərtib törəmə x vurulsun sinüs x dx. O sinüs x dx'i təzdən yazacağım. D kosinüs x
Amma orada bir mənfi var, D kosinus ona görə bu olacaq üstə gələr. Və nəticədə biz alacaq ki, bunlar da mötərizənin qabağını silsək belə, onsuz da işarələr boş şeydir. Çünki orada əsas bir daha təkrar edən tamlıq söhbət. Burada bu tək dərəcə olanda, burada həmişə sinus yaranır. Baxın, tək dərəcə sinus, tək dərəcə sinus, cüt dərəcə kosinus. Baxın, cüt dərəcə kosinus. İndi burada nə olur? Sinus pi'də sıfırdır, sıfırda sıfırdır. Bu toplanan sıfır eləyəcək. Burada bir tam ədədimiz var idi. İndi buradan təzdən nə baş verəcək? Burada olacaq kosinus 2 vurulsun f'in 4-cü tərtib törəməsi. Olacaq, bax necə ki burada ikinci tərtib törəmə bıraq kosinus 2 sıfırdan pi'yə qədər oldu. İndi burada olacaq 4-cü tərtib törəmə vurulsun kosinus 2 sıfırdan pi'yə qədər. Axı pi nöqtəsində kosinus tam qiymət alır, mənfi 1'i alır, sıfırda da 1'i alır. 4-cü dərəcədən indi gəlirik buna. 4-cü dərəcədən f'in qiyməti yoxlamaq olar ki, bax bunun ən çətin və bir necə də zəhlə tökən yeri ondan ibarətdir ki, siz yoxlayasınız ki, bax bu qiymətlər gözünüzün qabağındadır. Yəni k-dən kiçik olanda sıfırdakı qiymət burada da var. K-dən kiçik olanda sıfırdakı qiymət burada da var. K-dən kiçik olanda sıfırdakı qiymət burada da var. Bu qiymətlər bir-birinə vurulur. Baxın, sıfır, burada sıfır var, n faktorial var, sıfır var. Burada hər yerdə tam ədədlərdir. Tam ədədlərdir. Burada da hər yerdə tam ədədlərdir. Bir-birinə vurulur. Burada yalnız k-dən kiçik olanda pi nöqtəsindəki qiymətdə problem çıxa bilər ki, deyirsiniz burada kəsr ədəd var. İspat eləmək olur ki, mən bunu yoxlamışam da, təbii ki, mən bunu neçə gündür biz hörmətli professor Nazım Kərimoğlu'na da mən məsləhətləşərək bunları etmişəm. Yəni, burada niyyətimiz bundan ibarət olub ki, Azərbaycan dilli, yəni rus dillilər belə deyək də, onsuz da Rusca bu videoları istəyər, tapar, izləyər. Amma mən həm də bunu qismə sadələşdirmişəm. Hələ bu, inanma bilərsiniz ki, bunu biraz sadələşdirmiş formasıdır. Siz bu qiymətləri pi nöqtəsində, bax burada pi nöqtəsində k-dən kiçik olanda unun vəziyyəti görürsünüz, unun məxrəcində kəsir var, k-dən kiçik olanda. Bəs k-dən kiçik olanda v-də vəziyyət necədir? V-də də belədir vəziyyət, ya belədir, ya bu n-ə bərabər olandadır. Siz araşdırsanız görəcəksiniz ki, bu vuruklar ki var, buna 0 və pi qoyanda da, bir dəfə 0, bir dəfə pi qoyanda, həmişə burada tam ədədlər alınır. Burada n faktorial da var, unutmayın. Burada həmişə n faktorial olur, o n faktorialdan bu gedir və o tam qiymətlər alır. Və beləliklə, bu hissəni artıq sizin öz öhdənizə bıraxın. Kimin həvəsi olar, bir daha təkrar edirəm. Burada araşdırılmalı nüans var, nədən ibarətdir? K-dən kiçik olanda, siz k-dən kiçik olanda, bura sıfırları qoyanda görəcəksiniz ki, n faktorialla burada gedən bir şey var və bu tam ədədə çevrilir. K-yə bərabər olanda yoxlamalısınız ki, bura 0 qoyanda problem olmur. K-dən böyük olanda bura 0 qoyanda yoxlamalısınız. Bir dəfə də eyni şeyi pi üçün eləməlisiniz. Yəni, bura pi qoyub, K-dən kiçik hala baxıb, K-dən böyük, aydındır əlbəttə, K-dən böyük olanda, bir də K-dən kiçik olanda, yox, o da aydın deyil. K-dən böyük olanda, K-yə bərabər olanda, K-dən kiçik olanda, K-da dedikdə maksimum 2-yə qədər ola bilir, belə. K 2-yə qədər qiymətlər ala bilir də, çünki 2-yə dərəcəlidir bizim bu çox hərli funksiyamız. Beləliklə, dostlar, biz bu prosesi, bu gördüyünüz bu prosesi, bu sıfır elədi, bildiniz niyə? Burada da bir tam ədədimiz qaldı. Və beləliklə bu integral oldu belə. Z minus oldu bir tam ədəd minus bu integral. Bu integrala təzdən hissə integrallanma düsturunu tətbiq edəsəm, bu deyil, belə olacaq. F'in 4-cü tərtib törəməsi x vurulsun kosinus x 0-dan pi'yə qədər minus v du, yəni kosinus x vurulsun 4-cü tərtib törəmənin diferensialı. Kosinus x vurulsun 4-cü tərtibin diferensialı olacaq f'in 5-ci tərtib törəməsi x dx. Bax, bu prosesi bu qayda ilə, indi baxın, f'in 4-cü tərtib törəməsi pi'də dediyimiz kimi pi nöqtəsində tam ədəddir, kosinus pi tamdır, f'in 4-cü tərtib törəməsi 0-da tamdır, kosinus 0-da tamdır, bu da olacaq tam. Olacaq tam minus tam ədəd
təzədən üstəgələk bir integral və bu integrallama prosesini 2n+1 dəfə aparmaqla biz nəticədə nə alacaq? Alacaq ki, bu integral bərabərdir bir tam ədədə. Nə aldıq? Möhtəşəm bir nəticə. Və beləliklə biz aldıq ki, həmən bu funksiyanın integralı bayaq ispat etmişdik ki, dərsin əvvəlində, isbatın əvvəlində biz göstərmişdik ki, bu integral 0 ilə 1-in arasında yerləşir. Hal-hazırda nə aldıq? Hal-hazırda aldıq ki, bu integralın qiyməti tam ədədə bərabərdir. Və alınmış ziddiyyətin kökündə nə dayanır? Alınmış ziddiyyətin kökündə o dayanır ki, biz P-nin rasional ədəd olduğunu fərz etmişdik. Halbuki P rasional yox, P irrasional ədədidir, əziz dostlar. Bu ispat 1900 Nive'nin, Amerikan riyaziyyatçısı Nive'nin ispatıdır və bu ispat təbii ki, internet resurslarında var, tapa bilərsiniz. Mən bunu ana dilimizə, necə deyərlər, qismən sadələşdirilmiş şəkildə bazarlığım qədər çevirərək sizin diqqətinizə çatdırdım. Bu isbatda yeganə incələmədiyim məsələ, sizin öhdənizə buraxdığım məsələ bundan ibarət oldu. Hansı ki, çox mühüm əhəmiyyət daşıyır. F funksiyasının kanıcı tərtib törəməsinin K2-yə qədər qiymətlər alır. Həm 0, həm də 0 nöqtəsində qiymətinin, həm də P nöqtəsində qiymətinin tam ədədi olmasıdır ki, o, bu integralın qiymətinin tam ədədə bərabər olmasının əsasını təşkil edir. Bu qədər. Mən əgər bəyəndinizsə, istədim ki, yeganə istəyimiz bundan ibarət oldu ki, biz istədik ki, Azərbaycan dilindən başqa belə deyək də, digər dilləri bilməyən həm müəllimlərimiz, həm uşaqlarımız üçün ana dilimizdə P-nin irrasionallığının isbatı olsun. Əgər bəyəndinizsə, bəyənmə düyməsini basın, videonu paylaşın ki, daha çox izləyicilər bunu görə bilsin. Kim bu videodakı izahlardan nəsə aydın deyil, başa düşmədisə, çox da məyus olmasın. Bunun üçün həqiqətən də orta məktəbin hüdudlarından biraz kənara çıxmaq lazımdır. O ki, qaldı, burada mühüm əhəmiyyət kəsb edən bir neçə teorem var idi. Onlardan da biri buydu da, gördünüz. Limit C üstünün bölünsün, faktorial bərabərdir, sıfıra en yaxınlaşanda sonsuzluğa. Mən bir vaxt tapıb arada bunun isbatı bir 5 dəqiqəlikdir, bunu isbat edə bilərəm. Halbuki bu çox böyük əhəmiyyət kəsb edir. Bu funksiya üçün dediyimiz qiymətləndirməni almaqda. Bu integralın 0 ilə 1-in arasına düşməsi üçün n-in seçilməsində bu limitin çox böyük əhəmiyyəti var. Diqqətinizə görə təşəkkür edirik hər birinizə. Videonu bəyənin, paylaşın. Sağ olun hər birinizə. Uğurlar arzulayın.